Onlar söz vermişlər ki, bugün studiyamıza gələcəklər. Biz də səbirsizliklə gözlədik. Hətta Şamil müəllim belə böyük həvəslə gözlədi və hətta verilişə girməzdən öncə məndən soruşdu ki, gəldilərmi deyə. Dedim, yox, heç kim gəlmir. Əslində, bugün onlar bu studiyada olmalıdırlar. Bugün onlar bizim söhbətlərimizə görə, danışıqlarımıza görə, mənəvi söhbətlərimizə görə, buradakı o ağlaşmalara görə, ürək ağrılarına görə, sarsıntılara görə, ana həsrətinə görə, ana məhəbbətinə görə, anaya olan hörmət və diqqətə görə, bizim onlara olan müraciətlərimizə görə rəğmən onlar burada olmalıydılar. Amma nə yazıq ki, onlardan heç bir xəbər çıxmadı. Bəlkə də ananın istəyi, marağı və etirazı buna səbəb oldu deyə bilmərəm, amma hər halda biz çalışacağıq, əlaqə saxlayaq ki, görəsən nə üçün onlar bura gəlmədilər. Və dünən verilişimizdən sonra dəyərli sənətkarımız Məhəbbət Kazımov nələr yaşadı, nələr yaşandı bu studiyada, onu görəcəksiniz verilişdən. Dərhal sonra nələr baş verdi, bütün bunların hamısını birazdan sizə təqdim edəcəyik. Hal-hazırda isə sponsorlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Baş sponsorumuz Rolton şorbalarıdır. Sponsorlarımız Lafarella makaronları. Yeyin, həm də kökəlməyin. Təşəkkürümüzü bildirib Rotaus çörəkləri, Alman texnikası, texnologiyası ilə hazırlanan dəyərli, dadlı, ləzzətli çörəklər. Kral ət və ət məhsulları, halallığın təminatı, Gələnaltı halal, buyurun, alın. Xalq təbabətinin siması, təbii üsullarla müalicə mərkəzi olan Nərgiz klinikasına dərin təşəkkürümüzü bildiririk. Təşəkkürümü bildirirəm Bioxen Femina şampunlarına. Bioxen Femina seriyası artıq satışdadır xanımlarımız. Buyurub ala bilərsiniz və Qafqazın ən böyük xəzləri qaleriyası olan Femina'ya təşəkkürümü bildirirəm. Qısa bir aradan sonra isə bərabərik. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi. Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Bioxen, saç tökülməsinin qarşısını alır. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Sovetskidə gəlin olmuşam. 5 ildir də anam atam baxır da mənə. Uşaq bir oğlumu əlindən alıblar, vermirlər, özümü döyürlər, söyürlər, atırlar. Deyir, sən uşağın yadın yoxdur da. Cihazlərim də oradadır. Qaynayım dedi ki, mən istəmirəm səni. Uşağı istəyirəm mən. Yoldaşım dedi ki, anamın sözü ilə getkinən abort elətdir. Evə gətirəndən sonra dedi, çıx cəhənnəm ol, git hara gedirsən. Birazdan davam edəcək müzakirələrimiz, deyiləsi, danışılası, müzakirə edəsi, həllini tapası çox məsələlər var. Və hal-hazırda onu deyim ki, bilirsiniz ki, burada Şəfiqə xanım olur, hər həftənin 1-ci, 3-cü, 5-ci günləri və bugün burada deyil, amma Şamaxıdadır, hal-hazırda yol gəlir Şəfiqə xanım və birbaşa direkt bura gələcək və Şamaxıdan bura bir xəbər gəlir. Şəfiqə xanım hansı xəbərlə gəlir, nə xəbərlər çatdıracaq bizə, birazdan onu biləcəksiniz tamaşaçılar, amma hal-hazırda istərdim studiyamızın qonaqlarını sizə təqdim edeyim. Respublikanın əməkdar artisti Şamil Süleymanlı, Abşeron Rayon Ağsaqqallar Şurasının sədr müavini Həmid Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, prezident təqaüdçüsü Eldar Səfa Şahfələbdir, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmailova, Respublikanın əməkdar artisti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nur, Dünya Ana və Uşaqlar İctimai Birliyinin rəhbəri Dünya xanım Əliyeva, psixoloq Mübariz Həsən. Xoş gəlmişsiniz hər biriniz. Əvvəla halınızı soruşmaq istəyirəm, necəsiniz, nə var, nə yox, keyfiniz, əhvalınız yaxşıdır? Sağ olun, Allah razı olsun, sağ olun. Özünüz necə istəyirsiniz? Yaxşı, çox sağ olun. Şükür Allah'a. Su aparmamışdınız hər şeyə? Yox, çox çətin axşam evə çıxmış, gedib çıxmışım. Yəqin ki, yağış yuyur, gün qurudur. Yəqin ki, yağış nə qədər yağarsa, hər halda ruzu bərəkətdir. Amma bir tək arzum var ki, bu yağış kəşke çölün tozunu, torpağını, çiriyini, çirkabını deyil də insanların içindəki olan o kini, küdurəti, küsünü, umunu da yuyub apara biləydik. Kəşke, belə bir arzuyla. Çox vaxtında yağmış bir yağışdır. Allah arzumu yerinə yetirsin. Amin inşallah, amin, amin, amin. Mənim bu ümidvarımın üsü burası qopubdur. Bunu niyə yapışdırmamışsınız? Bunu yapışdırın da əlimdən düşür. Və hal-hazırda istəyərdim ki, dünən bizim
Verilişimiz çox maraqlı oldu. Dünən məhz Məhəbbət Kazımovun studiyamıza gəlişi, onun studiyamızda o xəstəliyə, ağrıya, acıya rəğmən ayaqda belə mötəbər, möhkəm dayanması, yəni çox insanlara bəlkə də stimul verdi. Çox xəstəliyi olan insanlara da hardasa bir məlhəm oldu sanki. İnsan nə qədər ağrısa da, acısa da, nələr olursa olsun, hər şeyə rəğmən hətta ölümün üzünə belə dik baxmağı bacarmalıdır. Yəni bax bu mərdanəliyi, bu mərdliyi, bu deyək kişiliyi gördük Məhəbbət bəydə bir daha. Və hal-hazırda yəqin ki bu verilişlə bağlı səs soraqlar eşitmisiniz. Çünki dünən telefonlarımız həqiqətən susmadı. Çox zənglər gəldi, çox insanlar bağlanmaq istədi. Dünyanın hər bir nöqtəsindən, inanın, hətta ATV Az saytı vasitəsilə bizi canlı-canlı, hətta Amerikadan belə izləyən insanlar var idi, İngiltərədən belə izləyən insanlar var idi, Avropanın bir çox ölkələrindən izləyən insanlar, MDB məkanı nə qədər məktublar, yazılar, xoş sözlər, ürək-dirək bildirən ifadələr səsləndirildi və mən hal-hazırda istəyərdim ki, ötən günümüzə bir nəzər salaq, dərhal sonrası studiyamızda müzakirələrimiz davam edəcək və bugün çox maraqlı insanlar gəlib studiyamıza. Çox maraqlı. Fərqli qayğıları ilə, dərdləri ilə, məqamları ilə bizim studiyamızda olacaqlar. Kimlər də onlar? Birazdan biləndə sizə də çox maraqlı olacaq. Mən arzuluyuram ki, analarımızın elə hər biri övladlarının əlindən bərk-bərk yapışsınlar. İnsanı düzgün tərbiyə eləmək istəyirsən, o öz zəhməti ilə, uşaqlıqdan, yetkinlik vaxtından, gənc vaxtından həmişə zəhmətlə bərabər addımlamalıdır. Benim bir 5 yaşında oğlumu əlindən aldılar. 2 yaşına kimi mən baxmışım uşağa. Sonra onlar baxıb. Nə dərəcədə düzgündür bir ay müddətində insanın bir-birini tanıyıb da hop deyib ərə getməsi? Bir həftənin içində nişanlanmaq, bir ayın içində ərə getmək, oğlanın və yaxud da qızın pis çıxmasının sübutu deyil. Ola bilər 3 gündə tanısın, bir həftədə tanısın, 5 ayda. Bəlkə də bu məbədi düzgün qurulmayıb. Ürəkdən alqışlayaq sənətkarımızı. Ürəkdə deməli damarlar, nazik damarlar. Bir-birinin üstünə miniyib deyirlər, belə deyirlər də. Ona görə də müalicə yazımlar, indi bu 3 ay ona görə deyirlər ki, görək bu 3 ay düzəlməsə, əməliyyat olunacaq və salam budur problem. Mən Məhəbbət müəllimi görəndə əsl Azərbaycan kişisini görürəm. Və Məhəbbət müəllimə bir şey deyəcəm ki, qardaşım, problem insanlar üçündür. Ölülərin problemi olmur. Sənətinizin qarşısında, şəxsiyyətinizin qarşısında baş əyirəm. Siz o qədər dəyərlisiniz ki bizim üçün. Məhəbbətlə çox rayonlarda, qastrollarda olmuşuz, çıxışlarımız olub, konsertlərimiz bir olub. Yəni onun səsi gələn yerdə insanlar qəlbən ona qulaq asırlar. Əlbəttə, Məhəbbət bəy, heç vaxt qəmli dayanmayın. Sizə qəmli dayanmaq qətiyyən yaraşmır. Belə məğrur dayanın. Cavanlığın məhəbbət eşqinə, ağarmayla ay saçlarım amandır. Əhdi peyman düz ilqarın eşqinə, ağarmayla ay saçlarım amandır. Haqqı aşıqı yaradıbdı qəm çəkə, saldı ürəyimə qara xal ləkə. Ant verirəm saf vicdana məsləkə, ağarmayla ay saçlarım amandır, ah ay can, ah ay can. Məhəbbət bəy, gəlişiniz doğrudan da yaxşı bir ab-hava yaratdı burada bizdə. Məhəbbət Kazımovu, gözəl sənətkarımızı, böyük sənətkarımızı, xalqımızın sənətkarını ürəkdən salamlayıram. Bir ona alqış göndərin. Heç o xəstəliyi elə də yaxın ürəyinə almasın. Elə bir insan yoxdur ki, onun hansısa bir diaqnozu, bir xəstəliyi olmasın. Allah sizə səbir versin, qüvvət versin, şəfa versin. Əgər mənim bir sənət həmkarınız kimi məndən asılı bir şey varsa, bilin ki, mən hər zaman sizin yanınızdayım. Eşq olsun İlhamə xanım. Təşəkkür edirik sizə. Çox sağ olun zənginizə görə. Minnətdarıq İlhamə xanıma. Məhəbbət Kazımova can sağlığı arzulayıram. Deməli, Məhəbbət Kazımovun səsi dağlarda çağlayan bulaqlar kimi şaqraq bir zəngülələrə malik olandır.
Məhəbbət müəllim, demək istəyirəm ki, hamı, hər kəsə o qədər əzizsiz ki, Allah sizi ilk öncə əzizlərinizə, sonra Azərbaycan xalqına çox görməsin. Məhəbbət müəllim, məndən sizə, bax canımdan, nə lazımdır onu verməyə hazıram. Qandır, candır, hamısını verərəm sizə. Tək ki siz yaşayın, siz mənim ilk əlimdən tutub efirə çıxardan insan olmuşsunuz. Eşq olsun sizə. Alqışlayırıq buraya. Sağ olun. Bəli, eşq olsun dəyərli sənətkarımıza, amma dünən verilişimizdən sonra nələr baş verdi? Diqqətli olun, ekrana yaxın əyləşin, birazdan təqdim eləyəcəyik sizə. Amma hal-hazırda mən istəyərdim ki, Allah verəni bura dəvət eləyəm. Gəl Allah verən. Gəl əyləşsən. Allah verənin kim olduğunu birazdan biləcəksiniz. Və başına nə gəldiyini də birazdan biləcəksiniz. Allah verənin daha yaxşı tanımaqdan ötürü birazdan ətraflı danışacaq, amma qısa bir anonsumuz var. Baxırıq, dərhal sonra isə ümidvara baxın. Hal-hazırda Ağdaş rayonunun Pirkəkə kəndinə gəlmişik. Hansı xəbər bizi birbaşa Ümidvar komandasını Pirkəkə kəndinə gətirdi? Bunu birazdan biləcəksiniz. Yerləri məndən dağıdılar, mən yerlərini bilmədim, getmədim dağlarına. Neçə adam gedib bunun qapısına. Ki, belə olmaz da, belə pis çıxmasın, məni bağışlayın. Ər burada, dağın orada ucuz gəlmir. İl yarımdır ki, Samirə səndən bərabər deyildi. Deyil. Bu boyda mülk sahibsiz qalıb. Birləşmirlər də, birləşəmirlər. Birləşsələr yaxşı olar, yoxsa? Mən istəyirəm ki, barışsın. Deyir ki, mən buranın adamlarına örgənməmişəm, yoğmuram. Bax ki, mən buranın adamlarına yoğmuram. Bu uşaqları atasız qoymadı. Kirələrdə qalırdıq, bizi qoyurdu. Sənətlərə aparıb sələmə verirdi. Özü də ev otururdu Bakıda. Heç olmasa həyat yoldaşından baş verənlərə görə üzr istəmək istəyirsən mi hala? Amma lazım deyil. 3 balaları fikirləş. Mənim ailəm olurlar. Mən başqa qadın gedib almalıyam. Sən o qarnına təpiyi vuranda ölsəydim mamın qarnında canım qutarardı. Qızına qarşı elədiyin o təhqirlər, söyüşlər, bunlar heç bir atanın şərəfinə, ləyaqətinə, Azərbaycan atasının, Azərbaycan kişisinin şərəfinə, şəninə yaraşmayan şeylərdir. Nə baş vermişdi bu ailədə? Bilirsiniz, bizə zəng gəldi Allah verən tərəfindən, Allah verən Ağdaşın Pirkəkə kəndindəndir. Və bizə zəng gəldi ki, mənim ailəm və uşaqlarım hamısı yığışıb gediblər Gəncəyə və mən ailəmlə barışmaq istəyirəm. Yəni, mən tək qalmışam. Sizi inandırım ki, Allah verənin evi, yaşadığı həyata girəndə mən elə bildim cənnətə düşmüşəm. O qədər gözəl, geniş, yaşıllıq, o qədər belə bir təmiz aurası olan həyati bacası, mülk, təsəvvür eləyin, kürsülü böyük bir mülkdür. Yəni, bu mülkün qapılarının ağzında, pəncərələrində qıfıllar, kilitlər var. Yəni, işığı da yanmır. Yəni, işıq var ha, yanmır sadəcə olaraq. Sən qaranlığa bürünmüş bir yerdə, adam baxanda fikirlərsən ki, bunun üstündə, bax, bomboş qalıb. Mülkü, malikanəni, evi, bağçanı, bağı gözəlləşdirən nədir? İnsandır təbii ki. Yer üzünün əşrəfi insandır. Və insansız qalıb, yiyəsiz, sahibsiz qalıb bu mənzil, bu ev. Və bu kişi bizə zəng vurdu, getdik ora. Getdik ora. Mən istəyərdim ki, o sujeti biz təqdim eləyək. Tamaşaçılar da qoy bilsin, elə studiyamızda oturan ekspertlərimiz də görsün ki, o ailədə nə baş vermişdi və bugün təzədən niyə məhz Allah verən bizim studiyamıza gəlib və biz bunların hamısını izləyəcəyik, görəcəyik, hamısını. Sadəcə olaraq indi soruşmaq istəyirəm ki, Allah verən, niyə bizə üz tutdun yenidən? Prosto ailəni görüm, biri yığamıram, yoldaşım gəldi ki, boşanıram. Yəni, ərzə də verdi. 7 həftənin bir gün ərzə verdik məhkəməyə. Mən ərzə vermədim. Dedim, boşanırsan, mən ərzə verəm, mən boşanmıram. Boşanırsan, özüm boşan. Mən boşanmıram. Yəni, orada 3 evladım var. Mənim evimdə çox problemlər yaranmışdı. Mən Şəmpir rayonunda yaşayanda 14 yaşında qızı nişan verərlər.
Biraz aydın danış, cəmaat da başa düşsün. 14 yaşım kızı şu an, elə bu kızımın, böyük kızımın 14 yaşı var idi, ona elçi gelmişler. Ben razı olmadım. 14 yaşında qızını atasından xəbərsiz nişanlayıblar. İndi 15 yaşı var, onun içindədir. Onun atasız hər nişan veriblər. Yəni sən o nişanda iştirak eləmişdin mi? Olmamışam. Ata qızının 14 yaşlı, 15 yaşlı qızının nişanında belə iştirak eləməyib. Niyə məhz ondan xəbərsiz qızını nişanlamaq istədilər? Nə baş verir bu ailədə və qadın sonuncu dəfə biz gedəndə bir barışığa, ən azı bir anlaşmaya imza atmışdıq. Amma nə baş verdi bu ailədə? Təbii ki, reklamlardan sonra biləcəksiniz və reklamlardan dərhal sonra biləcəksiniz ki, Məbəd Kazımov dünən studiyamızdan sonra nələr yaşadı, hamısını sizə təqdim edəcəyik. Verilişin baş sponsoru Rolton, evimizin doğmadadır. Sponsorlar Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi. Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Bioxen, saç tökülməsinin qarşısını alır. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, köməyə gəlir. Rolton, etibar etmək olar. Yeni Lafarella. Yeni reseptura. De yalnız sert buğda. Artık çeki ve kalori. Düşünmeye değmez. Lafarella. Zəriflik onunla. Salam əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşbazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşbazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə bişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qalyanaltı halal sosisləri. Qalyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicə və əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çörək evinə gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femina xəzləri salonunda. Femina, bu mənim seçimimdir. Sədərəy Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Saç kökləri qıdalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ində saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Azur Ticarət Mərkəzi təqdim edir. 28 aprel saat 18:30'da popüler müğənni Samir Cavadzadə ve estradamızın süperstarı Röyyan'ın iştirakı ilə show konsert. Ünvan Nobel Prospekt 15, Azur Ticarət Mərkəzi. Vitek texnika haqda təsəvvürləri dəyişir. Yığış edərkən sağlamlığınızı düşünürsünüzmü? Vitek təkmilləşdirilmiş akva filtrli toz soğuranı təqdim edir. Su filtri hətta tozun mikrozərrəciklərini də tutub saxlayır və evinizdə daha sağlam ab hava yaradır. Vitek texnikaya sağlam baxış.
Mən Twix'in sağ çubuğunu sənət əsəri kimi yaratmışam. Təsəvvür edin kövrək peçenye, qatı və üstündən südlü şokolad. Sol çubuq bunu heç yuxusunda da görməyib. Twix, hər ikisinin dadına bax və kimin tərəfində olduğunu seç. Məndə sınanmış vasitə var. Məndə isə müasir vasitə var. Mesim, rahat həzm. Ticaretin merkezi Azur, eğlencenin merkezi Megafan arzularınızı gerçekleştirmeye devam edir. Mart'ın 22'sinden Mayın 11'ine dek Megafan Eğlence Merkezi'nde yüklediğiniz her 20 manatlık kart, Azur Ticaret Merkezi'nde her 50 manatlık alışveriş, kafe ve restoranlarda ödediğiniz her 20 manatlık hesap sizi uduşlu loteriyanın iştirakçısı ederek bol bol hediyeler, o cümleden geniş ekranlı LED televizyon, Dubai'ye 2 neferlik seyahat ve en esası Suzuki SX4 avtomobili kazanmak şansı verir. Alışveriş edin, eğlenin, kazanın. Bayrama bayram katın. Fastum. Oynaqlardakı ağrılar, əzələ ağrıları, bel ağrıları keçmişdə qaldı. Axı sizdə Fastum gel var. Fastum gelin qatlaşdırılmış hissəcikləri ağrının mənbəyinə dərindən daxil olaraq ağrıdan və iltihabdan azad olmağa çox effektiv yardım edir. Bütün dünyada milyonlarla insan Fastum gelin sayəsində rahat hərəkət sevincini hər gün yenidən yaşayırlar. Fastum gel, ağrısız əzələ, oynaq və bel. Saç kökləri qidalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ında saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başla. Rolton, etibar eləmək olar. Dünən Ümidvara gələn Məhəbbət Kazımov verilişdən sonra nələr yaşadı? Ümidvar Ağdaş və Tərtərdə. Pərviz onu oğul kimi böyüdən Həmayə Yusifova ilə barışacaqmı? Aysel Məmmədovanın övlad həsrətinə son qoyulacaqmı? Oğlunu görə bilməyən Maral Şükürovanın aqibəti necə olacaq? Dilarə Novruzovadan ərinin ünvanına inanılmaz ittiham. O uşağımı diləndirib deyən Dilarənin etirafları. Ümidvarda. Ətraflı birazdan biləcəksiniz. Hal-hazırda isə sponsorlarımızdan sizə danışmaq istəyirəm əziz tamaşaçılar. Rolton bizim baş sponsorumuzdur. Rolton şorbaları, əgər aclığınız varsa, hələ yemək hazır deyilsə, 1-3 saatdan sonra o yemək hazır olacaqsa, bu yerdə sizə tez hazırlanan Rolton şorbaları lazımdır. Bir neçə dəqiqə ərzində isti naharınız hazır olacaq. Rolton sizə kartof püresi də təklif edir ki, onun da dadından doymaq olmur. Rolton bulyonunun tərkibində əsl ev ərzaqları var. Bu şorbalar çox tez hazırlanır. Süd, tərəvəz, un və müxtəlif ədviyyatların qarışığından hazırlanan Rolton bulyonları əsl ev xörəyinin dadını verir. Rolton bulyonları ləzzətin adı. Rolton evimizin doğma dadıdır. Təşəkkürümüzü bildirir Roltona. Lafarella makaronları, İtalyan ənənəsinə əsasən makaronlar yalnız sərt buğda növündən alınan undan hazırlanır. Təəssüf ki, hazırda marketlərdə satılan makaronların əksəriyyəti biskvit üçün istifadə olunan yumuşaq buğda unundan hazırlandığı üçün alıcılarda bir fikir yaradıb ki, makaron məhsulları adamı kökəldir. Buna görə də sizə məsləhət görürük ki, makaron məhsul alarkən üzərində olan sərt buğda növündən yazısına fikir verəsiz. Lafarella makaronları yalnız sərt buğda növündən hazırlanır və yumuşaq buğdadan hazırlanan makaronlardan fərqli olaraq az kalorilidir. Vitamin və kompleks karbohidratlarla zəngindir və bir porsiyada gündəlik normasının cəmi 1/10 qədər kalori var. Bu, əsrlər boyu yeməkdən həzz almağı və zərif qalmağı arzulayan xanımlara hədiyyədir. Və sözsüz ki, bir haşiyə çıxaraq onu söyləmək istəyirəm ki, sözsüz ki, makaronları çoxlu miqdarda ət və kalorili məhsullarla yeməyi məsləhət görmürük. Və elə buna görə də tərəvəzlərə daha çox önəm verməyinizi məsləhət görürük və bu zaman özünüz görəcəksiniz ki, Lafarella makaronları sizi kökəltmir. Təşəkkürümüzü bildiririk Lafarella'ya və Brothouse'a təşəkkürümü bildirirəm. Brothouse'un dadlı, ləzzətli, keyfiyyətli, kökəltməyən, mədədə rahatlıq əmələ gətirir.
gətirən, mədə bağırsağa xeyir eləyən bax bu çörəklərinin çeşidlərini sizə təqdim eləyirik. Bax belə gördüyünüz piştaxtalar şəhərin ən mötəbər supermarketlərində yerləşdirilib və Brothaus çörəkləri onlardan ayrıcı olaraq satılır. Üzlərində bax belə gördüyünüz kimi etiketləri var və bunu digər çörəklərlə qarışdırmaq mümkün deyil. Əgər sizə başqa çörəkləri Brothaus adından təqdim eləyirlərsə, bunlara inanmayın. Çünki Brothaus çörəklərinin üzərində gördüyünüz etiketlər var və o ayrıcadır, qarışdırılmır digər çörəklərə. Aha, deyəsən Şəfqə xanım da gəldi. Şəfqə xanım, xoş gəldiniz. Sənətli, sübutlu gəlirsiniz. Gəlin, görün bura. Özlərini də gətirmişsiniz. Hamısı birlikdə? Danışacağıq. Şəfqə xanım mənə elə bir sənət təqdim elədi ki, bax, bunu birazdan biləcəksiniz. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarıq. Birazdan ətraflı danışacaqsınız. Necə elədiniz, nə cür elədiniz, necə əldə elədiniz? Bu sənət çox, özü Şamaxıdan birbaşa bura gəlmişsiniz, hə? Eşq olsun sizə. Alqışlayaq Şəfiqə xanımı. Sonra kimlər var orada? Keçin içəri. Kimsə birazdan görəcəksiniz. Birazdan görəcəksiniz ki, nələr baş verib, nələr. Siz də xoş gəlmişsiniz. Müəllim, xoş gəlmişsiniz. Mənlə salamlaşmaq istəmirsiniz deyəsən. Hirslisiniz mənə. Vay, əllərində əlac olacaq. Vay. Laf belə həyəcanlandım, belə həyəcanlandığım olmamışdı. Əlqərəz, Brothausa dərin təşəkkürümü bildirirəm. Birazdan görəcəksiniz nə baş verir burada. Biz nə eləyiriksə sizin gözünüzün qarşısında eləyirik. 012-498-59 və 012-498-61-67 bu Brothausun telefon nömrələridir. Kral ət və ət məhsulların kralı. Ət məhsullarının nömrə 1-i. Onların arasında seçilən, fərqlənən dadı ilə, ləzzəti ilə, keyfiyyəti ilə, halallığı ilə və çeşidlərinin növbənöv olması ilə, çeşid olması ilə, yəni o qədər dadlıdır, ləzzətlidir və keyfiyyətlidir ki, bunu mən hər dəfə sizə deməklə, bəlkə deyəcəksiniz, Ayzar, bunu nə qədər deyirsən, axı sən elə gündə deyirsən. Birincisi, ola bizim baxmayan insanlar da var. İkincisi, onlar bizim sponsorumuzdur. Üçüncüsü və bəlkə də elə ən əsası və birinci olan odur ki, bu keyfiyyətli məhsuldur və ona görə də sizə bunun haqqında mən hər gün danışmaqdan doymuram. Çünki özünü də yeməkdən doymuram və hər dəfə həftənin cümə günləri bizdə kral günüdür. Bax, o kral günündə biz o kral ət məhsullarından dadırıq. Sizə də məsləhət görərdik ki, balalarınıza, özünüzə, evinizə, yaxınlarınıza, doğmalarınıza belə keyfiyyətli məhsul daddırasınız. 012-498-92-82 və 052-22-85-12 bizim telefon nömrələrimizdir. Qısa bir anonsumuz var. Anonsdan dərhal sonra studiyamızda Allah verənin ailəsində baş verənlər və daha sonra bu sənətlə hardan gəldi, necə gəldi, nə baş verdi və nələr imzalandı burada, hamısını görəcəksiniz. Ümidvar yenə yoldadır. Yenə də bir ailənin zənginə, bir ailənin studiyamıza müraciətinə görə biz yola çıxdıq. Ağdaşın Pirəyir kəndinə gəlmişik. Birazdan ətraflı biləcəksiniz ki, bu ailədə əslində nələr baş verir. Mənim həyatımda. Mənə hörmət qoymur. Qaynasın sözü ilə otururdur. Ömrümün axırına mən onunla bir məhəllədə oturmadım. Ana rəhmətə getdi, gətirdim, baxdım, böyütdüm, boya başa çıxartdırıb bacı qaldı. Evləndən yola gəlmədi. Birazdan bunların hamısını ətraflı görəcəksiniz. İndi istəyərdim ki, Allah verən söhbət eləsin bizə ki, ya sujetinə baxaq bəlkə, belə daha maraqlı olar məncə. Müzakirələrimiz də, yəni ekspertlərimiz də bilər nədən söhbət gedir. Olar mı belə? Yəni sujetə baxaq və birinci hansı sujetimiz idi bizim? Yəni əslində öz evlərində olar, hər şeyi danışmışdı. Bəlkə növbəti sujetimizi təqdim eləyək, atası gilə getməyimizi. Aydındır, təqdim eləyirik. Hal-hazırda Ağdaş rayonunun Pirkəkə kəndinə gəlmişik. Pirkəkə kəndindən birbaşa ATV kanalına, Ümidvar verilişinə zəng gəldi.
Bu Allah verən kişi idi. Allah verən kişi artıq bir neçə ildir ki, həyat yoldaşından ayrılıb. Allah verən kişi söylədi ki, mən yoldaşımla barışmaq istəyirəm. Bu səbəblə də biz Ağdaşa gəlmişik. Gedək görək bu ailədə nələr baş verib. Hal-hazırda Allah verən bəyin evindəyik. Xoş gördük. Getdin Şəmkirə işləməyə, fəhlə kimi çalışmağa getdin. Getdim işte. Neçənci ildə getdin? Oradasa mən getmişəm 2010'da. Təxminən neçə müddət orada qaldın tək? Elə bu ayda 2 dəfə gəlirdim. İl yarım idi ki, getmişdin, ayda 2 dəfə də gəldin. İl yarımdan sonra gördün ki, arvad uşağın yığışdı, gəldi yanına. Elə bir qaynatam getdi yanıma turladı. Qoy qoydu. Dedi sən orada, ailən orada. Mən də yani dedilər ki, bu ailə yeri deyil. Orada dedilər ki, özləri bilərlər. Ben nəsə ev tutdum ayrı. Gəldim 5'imi yığdım, apardım. Bir xeyli vaxt yaşadıq. Ondan sonra iş yerində mənim qılçam elə bir qırıldı. Yoldaşım öz apardı həkimə. 2 ay qardaşımın evində yatdım. Nə arxamdan gəlmədilər. Heç belə. Nə balalarım, nə yoldaşım. Ondan sonra mən də qayıtmadım. Yerləri mədəmlər, nəsə istəmişəm balalarımı görəm gedib. Öz oğlum məni danır. Gedib orada qalıb, eləyibdi. Anasının yanında. Məndən yerini danır. Niyə səndən belə qaçaqdılar? Niyə səndən belə uzaqdılar? Bilmirəm. Orada əmmalar var, planlar var. Bilmirəm nə planlar, nə əmmalar. Ümumiyyətlə qadının səni istəyirdimi, sevirdimi, ürəyini? Sevmişəm, özü sif gəlibdi. Özümü sevmişəm, özünü sevmiş. Yəni, ailə qurmuşum. Dalınca getmisənmi heç olmasa? Ondan sonra yerləri məndən dağıdılar, mən yerlərini bilmədim, getmədim dallarına. Telefonları falan var mı səndə? Var. Əlaqə saxlayırsan, götürür? Saxlayıram. Uşaqlardan danışıram, eləyirəm, deyəm, onun yığışlarına gəlin, gəlmirik. Gəncədə kimdən qalır? 2 qızımla. Mənsiz də qızımın həyəsini nişanlayıb, onu ateş taxmamış. Neçə adam gedib onun qapısına. Ki, belə olmaz da, belə pis çıxmasın, məni bağışlayın. Hər burada bağırın orada ucuz gəlmir. İl yarımdır ki, Samirə səndən bərabər deyil də. Xeyr. Başqa belə fikirlər ola bilməz kimi? Başqa ailə qursun, ya nəsə belə bir fikirlər olsun, belə bir şey ola bilər? Yanımda. Çox vaxt çöllərdə, bayırlarda, orada, burada işləyib, orada, burada qalmışım. Niyə evində gəlib qalmışsın? Nə bilim. Bəli, bax beləcə il yarımdır ki, deməli bu kişi gedib Şəmkirdə fəhlə işləməyə. Ailəsini qoyub Ağdaşda evdə. Ondan sonra bu ailə üstünə düşüb ki, məni də aparmalısan Şəmkirə öz yanına. Bu götürüb ailəsini də gedib sonra Şəmkirə, eləmi? Belə mi olmalı? Qaynasam götürüb yanıma. Qaynatan götürdü gəldi sənin yanına. Allah bilir, biraz danışanda uzadan. Arvad uşağını yığdı sənin yanına. Bəli. Səndən bərabər qaldılar. Və sonra sənin ayağın qırıldı. Sən getdin 2 ay yatdın, müalicə olundun və 2 ay ərzində onlar sənin qapına gəlmədilər. Gəlmədi. Bacım rəhmətə getdi, üstünüzə sağlıq. Heç bacım ölü yerinə gəlmədi. Bacının yasına da gəlmədilər. Xeyr. Və sonra arvad rayonundan gedir, Şəmkirdə qalır. Kişi qayıdıb gəlir öz elinin obasına, arvad geri qayıdır. Elə bir qırsam sağlamdan sonra istədim ki, ailəmi, uşağımı dalına girəm. Çox maraqlı bir, qardaş, çox maraqlı bir məsələ var. Siz sujetdə mən baxdım, siz orada deyirsiniz ki, onlar yerlərini gizlədiblər, mən onların yerlərini bilmirəm. Sonra deyirsiniz, onlarla telefonla danışıram. Sonra deyirsiniz ki, adamlar gediblər onların evinə, adamlar gediblər. Deməli, sizə yaxın adamlardır və o qayıtmaq istəmir. Siz onun yerini bilmirsinizsə, bəs o adamlar hara gedirlər? Harada onu axtarırlar ta ki, bir. İkincisi də ki, əgər yoldaşınız istəməsəydi vaxtı ilə, o deməli, atası təkid eləyərdimi, sən harada olursan, yoldaşın da orada olmalıdır. Deməli, o atası da, qadın da səni istəyib. Amma sadəcə olaraq sənin bizdən gizlətdiyin nəsə var, o da aydınlaşacaq axırda, meydana çıxacaq. Yaxşı olar ki, onu əvvəlcədən sözünüz deyir. Mən aydınlaşdıracağım, xanım. Mən elə bir qılçam qırılanda özü apardı həkimə. Bəli. Gəldim elə bir 3 gündən sonra üstünüzə salıb dedilər, bacın rəhmətə gedib, zəng edib telefonu. Mən gəldim bacımın ölü yerinə, qardaşım baxdı mənə. Nə mənim dalımdan qızlarım, nə yoldaşım. Səbəb nədir? Həkimə sizi öldürür. İstəyirsiniz sağalasınız və sonra bacınız ölür, o sizin dalınca gəlmir, çıxır, gedir başqa yerdən yaşır. Elə bir həkimə apardı, amma məni evə qəbul eləmədi.
Nə qızı baxmağa qoymadı, nə özü. Orada nəsə var, bir məsələ var orada. 15 yaş bir uşağınındır, 6-7 yaş bir uşağınındır, 3-4 yaşda bir uşağının. İndi burada bir məsələ var. Bu uşaqlar məktəb uşaqlardılarsa, bunlar oxumalıdırlar. Düzdürmü? Oğlumu elə bir oradan çıxartdım, gətirdim. Babası ilə qalır, ana babası. Mikrofona danışmayasınız. Məktəbdə oxuyur. Neçə uşağın var sənin? 3. 3 uşağı var. 3 uşaq anası. Bəli. 3 uşaq anası. Böyük qızının 15 yaşı var, 16-ya keçib və nişanlanıb artıq. Aydın da olar bil. 3 uşaq anası səndən niyə üz döndərməlidir? Nəyə görə? Yox, məni maraqlandırır ki, oğlunuzun 15 yaşı var, qızınızın 13 yaşı var, qızınızın 16 yaşı var. 16 yaşı var. Bunlar balaca uşaqlar deyil, onlara toğladasan, alladasan ki, sən atın yanına getmə. Siz əsl atalıq qayğısı göstərsəydiniz uşaqlar... Yəni bizim o balaca dediyimiz yetkinlik yaşına çatmayan uşağı artıq nişanlayıblar. Bəli. Əslində o Atasından Mən üzr istəyirəm, mən üzr istəyirəm. Şəfəqə xanım düz deyir. Burada nə varsa Nəsə var, açıqlamışsın. Açıqlayacağım mən, sözü açıqlamaq istəmirdim. Açıqlamaq istəmirdim. Açmaq istəmirəm. Elə bir mənim ailəmi problem yaradan 3 bacısı bir anasıdır. Açın deyin, bu ekspertlərdə sirrim eləsin ki, nədir? Əmsim məndən yoldaşlıq eləyibdir. Bir yerdə işləmişim. Bugün əslində burada nəsə açıqlanacaq və bu ailədə çox qəribə məqamlar var. Sadəcə olaraq qızının ata ilə rəftarını görsəydiniz, siz şoka düşərdiniz. Dəhşətli bir rəftar oldu. Mən şəxsən çox məyus oldum, çox. Hətta qız atanın üzünə elə qayıtdı ki, mən belə şeyi həyatımda ilk dəfə idi ki, görürüm. Biz indi aydınlaşdırmalıyıq, qız nəyə görə Mən inandırım ki, Xanımzər ananın oğlu Rövşən belə Xanımzər ana ilə belə rəftar eləməmişdi. Hələ özü şəxsən üzbə-üzə. Amma məhz Allah verənin qızı nəyə görə onun üzünə belə qayıtmışdı? Onların hamısını birazdan biləcəksiniz. Çünki biz hamısını çəkmişik. Hamısını çəkmişik, amma reklamlardan da. Verilişin baş sponsoru Rolton, evimizin doğmadadır. Sponsorlar Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti, Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi, Bioxen, saç tökülməsinin qarşısını alır. Femina keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sür dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Yeni Lafarella. Yeni reseptura. De yalnız sert buğda. Artık çeki ve kalori. Düşünmeye değmez. Lafarella. Zəriflik onunla. Saç kökləri qidalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-də saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Fasilə elan edirəm. Ruslan, diplom işin qalıb, sənsə zəng vurmursan. Aynur xanım. Fasilə varsa, at var. Baksel'den daha bir faydalı teklif. Saniyede 21 megabit'e kadar sürati olan yeni nesil limitsiz internet. Ayda cəmi 9 manata. Sürət, hədləri aşan internet. Zahirən bizim kimidirlər. Onları bizdən fərqləndirən istəkləridir. Yox, təmiz toyuq yeyə bilmirəm. O ki maşının bagajında ora-bura dəymədi, arada yerə düşmədi. Bir toyuğa ki satıcının da, sürücünün də, başqa alsan nərdəmədi o toyuğun nə ləzzəti? Hə, bu həmşəyli toyuq alır. Səba toyuqları isə fabrikdə qablaşdırılır. Təzə ətin faydalı xüsusiyyətləri əl dəymədən təbiətdən mətbəxinizə çatdırılır.
Kaspia Abituriyent Azərbaycan və Rus bölmələrində oxuyan 8-ci, 9-cu, 10-cu sinif şagirdlərini bütün ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarına dəvət edir. İmtahan tarixi 28 aprel. Qəbul imtahanında iştirak etməklə siz ödənişsiz təhsil almaqla yanaşı, təqaüd almaq və güzəştli şərtlərlə təhsil almaq imkanını əldə edirsiniz. Kaspia Abituriyent sabahın prezident təqaüdçülərini bu gündən hazırlayır. Qeydiyyat Kaspi Təhsil Mərkəzinin Elmlər və Əhmədli filiallarında aparılır. Son qeydiyyat tarixi 25 aprel. Nescafe artıq 75 ildir ki, hər səhəri xeyirli edirik. Tour de Azerbaijan. Moving ahead. Pulmaksol öskürəyi aradan qaldırır, bronxları və ağciyərləri bəlğəmdən təmizləyir, tənəffüsü rahatlaşdırır. Pulmaksol siqaret çəkən insanlarda tənəffüs yollarını nikotinin zərərli təsirindən qoruyur. Həm uşaqlar, həm böyüklər üçün Pulmaksol öskürməyin. Yeni Lafarella. Yeni reseptura. Və yalnız sərt buğda. Artıq çəki və kalori. Düşünməyə dəyməz. Lafarella. Zəriflik onunla. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Gerçəkləşən yuxu. Çəpərin böyründə gedəndə yuxuda necə görmüşdümsə, eyni o cür idi. Ən yaxın dostu. Mən gördüm ki, dostum doğrudan da mənim anam imiş. Yaşamaq əvəzi. Ürəyim mənim, həyat eşkim, məni yaşamaq qüvvəm. Allaha gedən yol qədər mamamı çox istəyirəm. Bu dəfə tanımadığımız tanışlarda xalq artisti Məleykə Sərvanı daha yaxından tanıyacaqsınız. Bu axşam saat 23-də. Dünən Ümidvara gələn Məhəbbət Kazımov verilişdən sonra nələr yaşadı? Ümidvar, Ağdaş və Tərtərdə. Pərviz onu oğul kimi böyüdən Həmayə Yusifova ilə barışacaqmı? Aysel Məmmədovanın övlad həsrətinə son qoyulacaqmı? Oğlunu görə bilməyən Maral Şükürovanın aqibəti necə olacaq? Dilarə Novruzovadan ərinin ünvanına inanılmaz ittiham. O uşağımı diləndirib deyən Dilarənin etirafları. Ümidvarda. Və biz davam edirik. Birazdan biləcəksiniz ki, dünən verilişimizdən sonra Məhəbbət bəyin başına nələr gəldi və nələr yaşandı burada. Hamısını göstərəcəyik sizə sadəcə olaraq. Və istəyərdim ki, Allahverənin sujetinin ardına baxaq və hara getdik? Qaynatası gilə getdik biz. Qaynatası ilə də söhbət elədik. Əslində çox normal, gözəl. Qaynatası necə baxır bu işə? Baxaq. Görək qaynatası necə baxır. İndi deyər. İnsan başına gələni, içində olanı, qadir olduğunu etiraf eləyəndə o insan böyüyür, kiçilmir. Sənin bu işdə ən böyük səhvin nədir? Mənim ən böyük səhvim, mən bir kəlmə söyləyəm, bu qısqanclığı, şübhəni kişiyə hər halda qadın yaradır. Mən də bu şey əməllərim. Yəni qısqanclıq yaranıbdır. Şübhələrin yaranıbdır xanımına qarşı. Bəli. Ki sənə xəyanət edir. Bəli, burası ay sağ ol. Ona görə də açıqlamaq istəməmək ki, mənim 2 qızım var, sabah onun həyatını onların keçirir. Bu sənin içində sadəcə olaraq bir şübhədir, yoxsa bu həqiqət? Yox, şübhə olubdur. Yəni buna görə də ailən dağılıb. Bəli. Hal-hazırda gedirik Allahverənin qaynatası gilə.
Sən istəyərdinmi mama ilə papa barışsınlar, bir-birlərindən bir yerdə olsunlar? Amma heç nə demirəm. İstəyirlər ayrılsınlar, istəyirlər birləşsinlər. Bacılarını neçə vaxt görmürsən? Görürəm. Gəlib gedirlər, hə? Nə vaxt gəlmişlər? Mən özüm gedirəm. Kimdən gedirsən? Təkcə gedirəm, gəlirəm. O sözünün üstündə dayanmasa, durmasa, ondan sonra artıq bu məsələni xətm eləyərsiniz. Mən bir söz demirəm. Bilirəm, siz ağsaqqallıq eləyirsiniz. Bax, sizin kimi kaş ağsaqqallarımız çox olsun. Bax, belə dəyərli fikirlər söyləyən. Bu kəsdiyimiz salam haqqı, salamlaşdıq, bu salam haqqı, bax, bu günah hüquqlar haqqı. Mən indi yox, 3 il, 4 il bundan qabaq, bunun qapısına getmişik, ona məsləhət vermişik. Mən istəyirəm ki, barışsın. Baxmayaraq ki, kürəkəndə olub günah, səhv kürəkəndə olub, onlar onu hətta bu ailədə, bu kənddə bağışlayıblar da, hətta dəfələrlə ata götürüb aparıb barışdırmağa da. Biz nənəvələrimizdən, babalarımızdan bunu görmüşük. Bax, bunu görmüşük. Bax, bu istəyi görmüşük. Bu diqqəti, bu qayğını, bu abır-həyanı, bu isməti, bu gözəlliyi, bu birliyi görmüşük. Bax, bu da Azərbaycan ailəsi. Söhbət Allahverənin qaynatası Gilin ailəsindən gedirdi. Nənənin o diqqəti, qayğısı, babanın o qonaqpərvərliyi, qapısını döyən insanı qapıdan necə qarşılamaq lazımdır, necə yola salmaq lazımdır, necə mehribançılıq necə lazımdır və onun o kənddə yaşamağına rəğmən, yəni kənddə yaşayan insanlar, mən də kənddə yaşamışam, kənddə də böyümüşəm, söhbət ondan getmir. Yəni o insanlar məni o mənada qınamasınlar. Yəni ki, orada yaşamağına rəğmən onun bu qədər humanist yanaşması məsələyə. Zaten görmüşük ki, agresiv olurlar, bu mal heyvana məşğul olan insanlar yox, dediyim dedikdir, budursa belə olmalıdır. Amma çox humanist yanaşması məni doğrudan çox heyrətləndirdi. Həqiqətən. Yəni, çox heyrətləndim ki, halal olsun ki, bax, belə ağsaqqallar var ki, bu qədər humanist və bu qədər mülayim yanaşırlar məsələyə. Amma Allahverənin səhvləri var. Dedi ki, yoldaşımdan şübhələrim olub və sən söyləmişdin orada, elə mi? Orada demişdin ki, bu sadəcə olaraq şübhələrdir. Yenə də o fikrində qalırsan? Xeyr. Mən o dünən gəlib ərizə verdi. Mən ərizə vermədim. Mən boşandım. İndi nə demək istəyirsən? O şübhələrdir ya reallıqdır? Allah verdiyin özündə çox günah var. Şəfiqə xanım, burada bir dənə məsələyə toxunmaq lazımdır. Sənin 3 uşaq anası olan yoldaşın səndən boşandan sonra o uşaqları hansı maddiyyətlə... Qadın özü işləyir. Qazının özü Yeni Gəncədə, Şəmkirdə. Şəmkirdə olsun, bilmirəm, haradasa benzin doldurma məntəqəsinin kafesində xidmətçi kimi çalışır. Yəni ki, bişirir, düşürür, yığışdırır, yeməyi, içməyi oradan, pulunu oradan qazanır və balasını belə saxlayır. Və qadının da söylədim ki, axı, niyə 14 yaşında qızını nişanlayırsan, 15 yaşında qızını? Nədir səbəb? Daxı bu erkən bir nigaha sən imza atırsan dedim. Özü kimi eləyəcək də. Yəni bu aqibətin nə olacaq dedim. Nə baş verəcək? Uzun taleyi də çox pis olacaq. Nə cavab verir? Cavab verdiyini indi görəcəyik nə dedim sən. Bu insan indi bunu etiraf eləyir ki, mən bu səhvləri eləmişəm. Mən bu səhvlərimi bir daha təkrarlamayacağam. 9 milyonun qabağında da söz verdi baya. Zahir müəllim, elədir. O Seyfəldən gələnlərin yanında çağırtdırdım onu, süfrə daşdım. Dedim o da gəlsin, atası da gəlir ki, verilmək söhbəti var, verək. Gəldi oğlanla bir yerdə, yedi, içdi, yeyib səndən sonra qızı göndər ki, get. Pival gətir. Yeyib səndən sonra başladı oğlanın əmsinin yaxasından tutmaq ki, siz bura qızdan tər gəlibsiniz, yoxsa mənim yoldaşıma görə. Eldir, obadır, hamı da istəyir ki, siz bir araya gələsiniz, hamı da istəyir ki, siz bir yerdə olasınız. Yəni, yenə deyirəm, lap belə düzənini qurgunan uşaqları atasız qoyma günə. Mən nə qədər gen bazı yedim, mən sunka verin, nə qədər gen mata yedim, mən nə sal get. Zahir müəllim, mən pul istəmirəm, var devlət də istəmirəm. Mən həmişə demişəm ki, qara çörəyim olsun, şorla olsun, amma qulağım dinc olsun. Pekarını da işdirdim, gedirdi, özünə sigaret alırdı. O pekarının qabağında mağazini, mənim adımı yazdırırdı. Mağazinlərdən özünə araq alırdı, kalpas alırdı, mənim adımı yazdırırdı. Əlimdə 5 manat 10 manat var isə də onu da ona verirdim, çıxıb gedirdim. 18 yaşı tamam olmayan bir insana ərə vermək olmaz. Bilirəm, amma baxdım ki, elə ata, mən də biraz xəstə, narahat adam. Heç olmasa, mən nəsə olanda da bilərəm ki, o mu, əri, özləri kiçik bacısı da yaxınına çəkəcəkdir. Oğla indi burada atam gül baxır, ona da ən azından bacısı yaxındır. 10 niyetlə vermişəm. Başqa heç nə. Ya o ər istəyib getməyib, ya mən kürəkən istəməmişəm. Sən hiss eləmirsənmi ki, sən özün bilə-bilə uşağını da bax belə bir yola yuvarlaqlayırsan ki, get günə.
Bu qədər insanlar baxır sənə, bu qədər milyonlar baxır. Yəni bax bir ailədir, uşaqdır, o körpədir. Onlar heç nə başa düşmürlər. Bax bu oğlun bayaqdan deyir atamı da istəyirəm, anamı da istəyirəm. Amma bilmirəm bir araya gələndə sözləri çəp gəldi, filan oldu, atam bunu dedi, atasının üzünə də yanlışlarını dedi. Əslində bu düzgün deyil. Amma yenə də dedi, uşaq dedi bunların hamısını. Sənin uşaqlarının atasıdır. Başa düşürsənmi? Sənin ömürgün yoldaşındır. Bu balalarının atasıdır, sənin həyat yoldaşındır. Bu səhvləri eləyib və etiraf da eləyir ki, mən bu qələti, bu səhvi eləmişəm, bu işləri görmüşəm və səhv elədiyimi bilirəm. Mən üzr istəyirəm dönə-dönə dedi. Səni mən başa düşürəm, zəhmətkeş qadınsan, bax əllərinə baxıram, sənə baxıram, zülüm çəkən bir xanımsan, balaların üçün özünü şam eləmisən. İndi kənd yeridir, bəlkə nə bilim, dədəyin qapısında bu qədər qoyunu, quzusu, malı, heyvanı var. Yəni nəyiniz əksiydi ki sənin? Sağ müəllim, dünən sizin verilişinizə baxdım, Azadiyəzədə. Görürsən, bax uşaqlarını atıb qaynatasınsa gedibdi. Vallahi atmamışam. Oğul buradadımı? Yenə də gücüm çatan qədər bax apazdıram yanıma. Zəng eləyəm, qoyun qazı ilə göndərin. Əyninə başına alın, cibindən pul qoyuram. Telefon gücüm çatanda nə istəsə, bacardım köməklik, nə edinsə eləyim. Mən səni başa düşürəm. Amma mən deyirəm ki, bir barışığını elə, bir ortaq məxrəcə gəl. Heç olmasa bu insan balalarının yanına normal gəlib gedə bilsin. Bir ayda öldü. Mən zəng eləm dedim, qızı da iki qızları göndərirəm kəndə, getsin Pərşəm bir həftə zad qalsın orada. Dedim, mənim üstümə göndərsinsə göndərmə yenə. Mən səhər tezdəndən bu dəqiqəyə qədər sizin problemlə bağlı burada oturmuşam. Yeri gəlsə 3 gündə burada oturaram. 10 gündə burada oturaram. 100 gündə burada oturaram. Yetər ki, o balaları atasız qoyma. Sən böyük ürəkli qadınsan. Sən əgər 3 balanı yedəyini alıb gedib Gəncədə, tanımadığın bir yerdə sıfırdan başlamısansa, bilmirəm Şəmkirdə olmusan, Gəncədə olmusan, sıfırdan deməli sən güclü qadınsan. Sən aciz qadın deyilsən. Dur gedək o evə, ora sənin yurdundur. Orada söhbətimizi eləyək, orada normal bir danışaq, ortaq məxrəcə gələk, bir üz-üzə də gələk ondan, bir söhbətini eləsin. Bəlkə elə orada mən deyəcəm ki, bilirsən nə var Samirə, uşaqlarını da götür get evində yaşa, sən elə düz eləmisən. Buyurun. Bax, məndən kimin acığı gəlir, gəlsin, mən öz fikrimi, ürəyimdəkiləri deyəcəm. Birincisi, bu kişi o uşaqlarını, həyat yoldaşını, cavan həyat yoldaşını atıb çıxıb gedib başqa rayonda işləməli deyildi. Ona görə də qaynata, deyir 2 il mən orada işləmişəm, amma gəlirdim də, arada gəlirdim. Bu sənin həyat yoldaşındır, sən onu tək buraxmalı deyilsən, bu bir. İkinci, gör qaynatan necə namuslu, qeyrətli kişidir ki, qaynatadan danışama. Gətirib arvadı sənin yanına qoyub ki, kişi harada, arvad da orada olmalıdır. İkincisi, mən qadınların işləməyinin əleyhinə deyiləm, hamımız işləyirik və bütün qadınlar işləyirlər və kimin əri icazə verir, onlar işləyirlər, yaxşı da eləyirlər. Amma sən əgər kişi olub evə çörək pulu qaz gətirsəydin, sənin həyat yoldaşın gedib benzin dolduran yerdə kişilərin içində işləməzdin. Həqiqətən Məşədidə xanımın sözünə dəstək başa düşürsünüz? Mən ona mənfi yanaşıram. Bildiyin, o düz deyil. Sənin indi yoldaşın indi istəyir ki, mənim fikrimcə, bəlkə sənin yoldaşına heç aid eləmirəm. 15 yaşında qızı, 14 yaşında qızı ərə verən həyat yoldaşı yəqin istəyir ki, sərbəst yaşasın. Amma mən bir şeylə razı deyiləm. Mən bir şeylə razı deyiləm. Necə olur ki, ailədə gətirici qüvvə kişi mütləq olmalıdırsa, ona kişi kimi baxılacaq. Qadın gətirirsə kişisidir də, nə olar, yanında olsun. Müəyyən bir müddətə qədər onun əli gətirir. Bu da onun yanında kafedə otursun. Bu da onun yanında çalışsın. Bu da onun yanında getsin, gəlsin. Qazansınlar bir yerdə. Daha sonra kişinin də əli çöləyə çatanda niyə bu birlik yoxdur? Mən başqa nüansa toxundum. Mən bildim sizin dediyinizi. Mən niyə görə kişi mütləq pul gətirəndə o evdə kişidir, gətirməyəndə isə atılmalıdır çörəyə və qadın çıxıb getməlidir. Kişi də evdə qalmalıdır tək başına. Mən bir şey deyim sizə. Əgər ailənin bir büdcəsi varsa, niyə görə kişinin qazandığı pulu qadın yığmalıdır, qadının altında olmalıdır, qadının əlində olmalıdır. Amma qadının qazandığı pullara gəlincə sən bilirsən, sən kişi deyirsən, gəl sən get çıx get ki, mən qazanıram. Mən o barədə elə demədim. Mən ayrı söz dedim. Mən dedim ki, ümumiyyətlə hər kişi razı olmaz ki, onun həyat yoldaşı getsin benzin dolduran yerdə işləsin. Ora tamamilə kişilərin işidir. Ümumiyyətlə pul qazanmaq üçün nə kişi, nə qadın ailə
ailəsi üçün. Mən demədim ki, qadın pul gətirə bilməz. Onu Bu düzgün eyib başa deyil. düşün. Amma mən bir məsələni demək istəyirəm ki, Allah verən burada danışdı. Biz reportajlardan da gördük. Amma mənə belə gəlir ki, bu da mənim subyektiv fikrimdir. Bu ailədə münaqişələr bugünün münaqişəsi deyil. Çoxdan olan söhbətlər. Altı açıldı, nələr oldu? Bəli. Gəlib indi bu dərəcəyə çatıbdır. Artıq burada qadın tərəf boşanmaq istəyir, kişi tərəf boşanmaq istəmir. Aydındır. Allah verən. Mən Şəfqə xanımın sözünə dəstək verirəm. Allah verən əvvəldən zəif kişi olub. Zəif iradəli olub, özü məsuliyyətsiz kişi olub. Bu neçə illər bunun yoldaşı yığıb, dillənməyib. Axırda görüb çıxıb getdir Aşqar rayonu işləməyə. Nə pul göndərdi, nə heç nə göndərmədi. Atası da götürüb bu yoldaşını gətirib. Arada qalan uşaqlardan demək istəyirəm. Siz gedimsən, işləyirsən. Əvvəl deyirsən ki, qızımı məndən xəbərsiz veriblər. Amma yoldaşın deyir ki, elçilər gələndə sən orada olmuşsan. 14 yaşında olanda gəlibdi, mən qoymamışam. Sən bir sözünlə orada sən düzgün gəldin. Oturmuşsan süfrənin. Arada qalan uşaqlar zar Oturmuşam, bəli. Mən 14 yaşındayım. Elə bir ayrı yaşayırdıq biz. Orada da ayrı yaşamışam. Gələn qonaqlara qayıdıb demirsən ki, siz bura mənim O qızıma yalan görə gəlmişsiniz, yoxsa söhbətdir. Yalan arxama görə söhbətdir. Bu özündən çıxardıb sözü. Yalan söhbəti nə etsin ya? Bəlkə içirdiyimiz o da ola bilər. Zaur bəy, mən bir 8 il mən araq içmirəm. İmamzadən üstə mən gəncədə tövbə eləmişəm. 8 il, 2005-ci ildən. Allah verin, bir dəqiqə sən deyən, mən sizin ekspertlərdən çox xahiş edirəm ki, bunun sirrinə, sifətinə baxın, bu Allahın fağır bir insanıdır. Yox, mən üzr istəyirəm sizdən. Siz 3 uşaq anası olan, nikahı olan bir qadına bəraət verirsiniz. O qadın cəzalanmalıdır. Nəyə görə? Niyə o qadın azadlığı sevir? Niyə görə qadın ərindən ayrılır? 3 uşağın başlı-başına buraxmaq olmaz. O qadını istər dini şəriətlə, istər dövlətimizin humanitar qanunları ilə, humanist qanunları ilə o qadın cəzalanmalıdır. Ailəsini niyə dağıdır? Nə mən qadını müdafiə edirəm, nə də Allah verir. Arada qalıb uşaqlar. Uşaqların psixoloji pozuntusu. Yəni o qadın düz danışmır. Araşdırmışıq. Qadın söylədi ki, hətta qızı da söylədi ki, mən anamın qarnında olanda, bətnində olanda anamı dəfələrlə təpi ilə döyüb. Və kəşkə mən elə anamın bətnində olanda öləydim. O məni təpikləyəndə. Belə şeyləri söylədi. İndi bir kəlmə söz demək, Arif Tomas, məni bağışlayın. Yaxşı, mən bu anasının bətnində olan mən bu anasını döyürdüm. Bu nə bilirdi mən anasını döymüşəm. Anası deyib də. Onu elə bir buradan mən Şəmkirdə işləyəndə ailəm Ağdaşlı idi. Mənim halal zəhmətimi mənim qaynanam 3 qızının ardına oxuyurdu. Neyini? Ardına oxuyurdu. Mən halal zəhmətlə çörək qazaq göndərirdim ailəmin üstünə. Deyir ki, qızlarım göndərib, Allah verdi ailəsinə baxmır. Mən də hələ söhbət gəlib. Allah verən. Adında Allah sözü var. Allahla oturacaq. O ailədə mən elə şey görmədim. O ailənin qapısındakı heyvanlarını satsalar. Məsələni də açım da Zahir müəllim. İcazə verin məsələni açım. Mən gəldim kətdə işlədim ki, mənim halal zəhmət, əmsi şartdır. Əmsi 3 ay məndən bir yerdə yoldaşlıq edib, yoldaşımın. Gəldim ki, mənim qazancımı qızların adına oxuyur. Neyini? Qızların adına ki, mən ailəyə pul göndərməmişim, çörək göndərmirəm, pul vermirəm. Pul verməklə hər şey həll olunmur. Ailəni idarə eləməyə bacarmaq lazım. Danışanda gördünüz, dili topur vurdu yazdı. Zaur bəy, mən bir də əlavə eləmək istəyirəm. Siz dünya yaranandan, Homerdən tutmuş bura bu günə qədər bizim dahi klassiklər. Məsələn, mən onları əzbər bilirəm. Burada oturan xanımlardan və bizə baxan bütün xanımlardan üzr istəyirəm. Bir dənə fakt deyirəm. Napolyon deyir. Deyir ki, mən bütün dünyanı idarə edirəm, bir Jozefina ilə başara bilmirəm. Yəni, o qadınların üzr istəyirəm. Qadınlar bizim anamızdır, qızımızdır, ömür gün həyatımızdır. Qadınsız insansın, həyat yoxdur. Allah Teala bunu belə yaradır. Kişi, qadın, vahid olanda onlar, birləşəndə onlar, varlıq, həyat. Bəli, biz davam eləyəcəyik amma Əli bəy, çox üzr istəyirəm. Biz təbii ki, Lalə Azərtaşın təqdimatında ATV Xəbərdən sonra davam eləyəcəyik və mənim əlimdəki bu sənət eyni zamanda sənin xanımın Samirə gəldi, o ata gəlin köçdüyü ocağa gələndə orada nələr baş verdi? Bütün mətləblər orada açılacaq. Diqqətli olun və dünən verilişimizdən sonra Məhəbbət Kazımov nələr yaşadı? Bax, bunu hamısını ATV Xəbərdən sonra biləcəksiniz. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var.
Salam, hər vaxtınız xeyir olsun. Dünyada və Azərbaycanda baş vermiş ən son yeniliklərlə studiyada Lalə Azərtaş da əvvəlcə günün baş xəbərlərinə nəzər salaq. Cənub bölgəsinə qar yağdı. Leysan yağışlarının intensivləşməsi isə paytaxtda sürüşmə təhlükəsini artırdı. Geologiya İnstitutunun direktoru Akif Əlizadə Milli Elmlər Akademiyasının prezidenti seçildi. Avtobusları tez-tez qəza törədən sahibkarların xətti onların əlindən alınacaq. Avtobus qəzalarının sayının artması Bakı Sərnişin Nəqliyyat Departamentini hərəkətə gətirdi. Bangladeşdə 8 mərtəbəli binanın çökməsi nəticəsində 80 nəfər həyatını itirdi, 700 nəfər yaralandı. Azərbaycanda rəsmi səfərdə olan Latviya prezidenti Andris Berzinşin rəsmi qarşılama mərasimi olub. Ali qonağı prezident İlham Əliyev qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri isə prezident İlham təqdim olunub. Daha sonra hər iki prezidentin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Mətbuat konfransında prezident İlham Əliyev və Latviya prezidenti bəyanatlarla çıxış ediblər. Bizim aramızda çox yaxşı əməkdaşlıq vardır. Bu əməkdaşlıq demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni, iki ölkə arasında heç bir problem yoxdur. Yalnız birgə səylərimizi gücləndirib, daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Bizim bu səfərə xüsusi marağımız var. Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik. Buraya səfər zamanı və səfərdən öncə mən sizin ölkəniz haqqında bir çox məlumatları toplamağa başladım. Məhz son 20 il ərzində ölkənizin keçdiyi inkişaf yolunu öyrəndim. Bu, sözün əsl mənasında böyük təəssürat bağışlayır. Aramızda qurulmuş diplomatik münasibətlərin 20 illiyi bu yaxınlarda qeyd ediləcək. Hesab edirəm ki, biz artıq bütün məsələlər üzrə bütün sahələrdə çox yaxşı münasibətlər qurmuşuq. Bu münasibətlərimiz çox yüksək səviyyədədir. Böyük Vətən müharibəsi iştirakçıları onlar üçün nəzərdə tutulan maddi yardımı may ayının əvvəlindən etibarən ala biləcəklər. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov. Əgər vəsait belə düşünək, sərəncam olub bugün və ya sabah bizim mərkəzi hesabımıza bu məqsəd üçün ayrılmış xüsusi xəzinə hesabına köçürülsə, biz növbətin həftənin əvvəlində, həftənin bazar ertəsi günü və ya çərşənbə axşamı günü yerli təşkilatlarımızın xüsusi açılmış hesablarına köçürə bilər. Mən düşünürəm ki, gələn həftənin 3-cü, 4-cü günü artıq həmin vəsaitlər qeyd olunan şəxslərin hesablarına köçürüləcəkdir. Bugün səhər saatlarında Lirik rayonuna qar yağıb. Ekologiya və Təbii Sərvət Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsinin Lirik rayon şöbəsindən ATV-nin Cənub bürosuna verdiyi məlumata görə yağıntı əsasən rayonun ucqar yaşayış məntəqələri olan Rvayurt, Rəzgov, Çayrud, Andurma, Anzuli və Təngəbin kəndləri əhatə edibdir və qarın hündürlüyü yerdə 3-4 sm təşkil edir. Qeyd edilib ki, qeyri-sabit hava şəraiti yerli sakinlər üçün hələlik heç bir problem yaratmayıb. Son günlər ölkə ərazisində yağışların intensivləşməsi ilə əlaqədar sürüşmə zonalarında fəallaşmalar başlayıb. Mütəxəssislər bu fəallaşmanın yaxın günlərdə hiss olunacağını da bildirir. Artıq fəallaşma hiss olunmaqdadır və güman etmək olar ki, yaxın dövrlərdə onların fəallaşması daha kəskin olacaqdır. Şamaxı, Muğanlı, İsmailli, bir də ki, Lənkəran Lirik yolunda. Bakının özündə də, xüsusilə bu Bayıl amfiteatrında, ondan sonra Masazırdakı hamı bilir, o cümlədən də Əhmədli platosunda olan sürüşmələrin də fəallaşma ehtimalı çox yüksəkdir və onlar artıq başlayıblar fəallaşmalar. Sabahdan isə ölkə ərazisində hava şəraiti mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 6-10, gündüz 15-20 dərəcə istilik təşkil edəcək. Bölgələrdə isə havanın əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə isə 27 dərəcə isti olacağı gözlənilir.
Axşam saatlarından yağan intensiv yağış nəticəsində Neftçilər prospektində Azadlıq meydanında inşa olunan yeraltı avtodayanacağın yaxınlığında çöküntü əmələ gəlib. Ərazidə olan mühəndis Famil Hidayətovun sözlərinə görə çöküntü inşa olunan yeraltı avtodayanacağı üçün heç bir təhlükə yaratmayıb. Dərhal əraziyə ağır texnika cəlb olunub və hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Bina ilə müvəqqəti vurulmuş sıvayın arasındakı torpaqdır. Çöküb öz təbii halına alına qədər çöküntü verildi. Gedən məlumatlar yanlışdır ki, binada çöküntü var, o yanlış məlumatdır. Binada heç bir problem yoxdur, bu torpaq dəyişdirilib, bərkidiləcək, problem aradan qaldırılacaq. Avtobusları tez-tez qəza törədən sahibkarların xətti əlindən alınacaq. Avtobusu yüksək sürətlə idarə edən sürücülər isə dərhal işdən azad olunacaq. Avtobus qəzalarının sayının artması Bakı Sərnişin Nəqliyyat Departamentini hərəkətə gətirdi. Burada farklığındadır. İki sərnişin daşıma avtobusu toqquşması nəticəsində müəyyən insanlar xəsarət almışdılar. Əgər istismarçı həmin marşrutu idarə edə bilmirsə və ötəsindən gələ bilmirsə, belə yol hadisələrini tez-tez təkrarlayırsa, əlbəttə o marşrut alınır. Ondan bacarıqlı, işin ötəsindən gələn, layiqincə yerinə yetirilən sahibkarlara verilir ki, onlar həmin marşrutları idarə etsinlər. İndi isə paytaxt yollarında bu dəqiqələrdə müşahidə olunan ən son vəziyyəti öyrənmək üçün nəqliyyatı intellektual idarə etmə mərkəzinə bağlanırıq və bizimlə birbaşa bağlantıda mərkəzin əməkdaşı Rauf Mirqulamovdur. Vaxtınız xeyir, buyurun söz sizdə. Təşəkkür edirəm Lalə, hər vaxtınız xeyir. Artıq paytaxtda axşam saatlarıdır və iş saatlarının bitməsi ilə əlaqədar olaraq əsas mərkəzi küçə və prospektlərdə sıxlıqlar müşahidə olunur nəqliyyat vasitələrinin. Əlbəttə ki, boş olan yollar da var və bu barədə məlumatlarla kameralarımız vasitəsilə əyənli şəkildə tanış olaq. İlk məlumatımız Nəsimi rayonu Bakıxanov küçəsi və Rəşid Behbudov küçələrinin kəsişməsindəndir. Hazırda siz Rəşid Behbudov küçəsini izləyirsiniz. Bakıxanov küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin sahibi dəqiqələr üçün çoxdur və sıxlıq müşahidə olunur. Digər məlumatımız Yasamal rayonu Tbilisi prospektindəndir. Nəqliyyat Nazirliyinin qarşısından paytaxtın mərkəzi istiqamətində əsasən də Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Əks tərəfdə isə 20 yanvar istiqamətində avtomobillərin hərəkəti üçün tam normal şərait var. Növbəti məlumatımız Yasamal rayonu Şıxəli Qurbanov küçəsindəndir. Burada da nəqliyyat vasitələrinin hərəkəti üçün normal şərait var. Hər iki istiqamətdə həm Xarici İşlər Nazirliyi istiqamətində, həm də əks tərəfdə Azərbaycan prospektinə doğru. Növbəti məlumatımız Nəsimi rayonu Azadlıq prospekti və 28 may küçələrinin kəsişməsindəndir. Hazırda 28 may küçəsini izləyirsiniz. Burada da nəqliyyat vasitələrinin sayı çoxdur və sıxlıq müşahidə olunur. Əsasən də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər. Və bu dəqiqələr üçün sonuncu məlumatımız Yasamal rayonu Moskva prospektindəndir. Paytaxtın şimal giriş və çıxış istiqamətində əsasən də mərkəz istiqamətində avtomobillərin sayı çox olsa da, lakin intensivlik müşahidə olunur nəqliyyat vasitələrinin hərəkətində. O cümlədən də Sumqayıt şəhər istiqamətində avtomobillərin hərəkəti üçün bu dəqiqələrdə tam normal şərait var. Və ümid edək ki, sürücülərimiz verdiyimiz məlumatlardan yararlanacaqlar. Bizdən bu dəqiqələr üçün bu qədər. Təşəkkür edirik, Rauf. Bangladeşdə iri ticarət mərkəzəsi böyük faciəyə səbəb olub. Paytaxt Dəkkə yaxınlığında baş verən hadisədə 80-dən artıq insan həlak olub, 700-dən çox Bangladeşli yaralanıb. Bildirilir ki, 8 mərtəbəli binada paltar fabrikləri, bank və çoxlu sayda dükanlar fəaliyyət göstərib. Amma indi bina yerlə birdir. Yalnız birinci mərtəbə salamat qalıb. Hüquq mühafizə orqanlarının məlumatına görə dağıntılar altında 500-dən çox adam ola bilər. Bu yüzdən ölənlərin sayının dəfələrlə artacağı istisna deyil. Şahidlər bildirir ki, binada əvvəlcə titrəyiş baş verib, daha sonra tikili kibrit kutusu kimi aşıb. Ümumiyyətlə binanın uçması gözlənilən idi, çünki fabrik olan hissədə çatlar əmələ gəlmişdi. Lakin müəssisənin sahibləri hakim dairələrin tələblərinə məhəl qoymayaraq fəaliyyətlərini davam etdirmə qərarına gəlib. Hazırda hadisə yerində xilas edicilər çalışır və faciənin baş vermə səbəbləri araşdırılır. Fransa Senatı eyni cinsli insanların evlənməsinə, hətta uşaq sahibi olmasına icazə verən mübahisəli qanun layihəsini təsdiqləyib. Bəzi millət vəkilləri qanunun təsdiqlənməsini alqışlarla qarşılasalar da, Senatın qərarı Fransa küçələrini döyüş meydanına çevirib. Paytaxt Parisdə eyni cinslərin evlənməsinə qarşı çıxan və qərarın ləğvini tələb edən sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Yaşanan qarşıdurmada hər iki tərəfdən xeyli sayda insan yaralanıb. Polisə müqaviməti davam etdirən gənclər
ermənilər asayiş keşikçilərinə yoldan qopardıqları daş parçaları ilə hücum ediblər. Polis isə kütləni göz yaşardıcı qaz qumbarası ilə dağıtmağa çalışır. Qeyd edək ki, Fransa Senatının qərarı kilsə qanunlarını da kobud şəkildə tapdadığından ölkədə etiraz aksiyalarının genişlənəcəyi ehtimal olunur. Buraxılışımız davam edir. Milli Elmlər Akademiyasının ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib. Belə ki, Akademiyanın vitse-prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə 44 səslə yeni prezident seçilib. Səsvermənin nəticələri elan edildikdən sonra çıxış edən yeni prezident bildirib ki, Azərbaycanda elmin inkişafı təmin ediləcək və elmin nüfuzunu yüksəltmək üçün işlər görüləcək. Qeyd edək ki, Akif Əlizadə 25 fevral 1934-cü ildə anadan olub. 1957-ci ildə Elmlər Akademiyasının Geologiya İnstitutunda işə qəbul edilib. 35 yaşında doktorluq dissertasiyasını müdafiə edən Akif Əlizadə SSR-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri olub. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilib və onların çoxları dərslik və dərs vəsaitlərinə daxil edilib. Akif Əlizadə 2004-cü ildə şöhrət, 2008-ci ildə isə şərəf ordeninə layiq görülüb. Dilçilik İnstitutunda və onu da qeyd edim ki, uzun müddətdir Almaniyada yaşayan Azərbaycanlı ailənin 3 uşağı geri qaytarıla bilər. Bununla bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Beynəlxalq Diaspora Mərkəzi, Uşaq Hüquqları Alyansı, Miqrasiya Mərkəzi müzakirələr təşkil edib. Məktub vasitəsilə dövlət orqanlarına müraciət edib. Deyilir. Hesab edirik ki, həm Nazirlər Kabinetində olan komissiya, həm də uşaqların qəyyumluğa veriləcəyi rayonların yerli səviyyəli komissiyası və qəyyumluq və himayəçilik orqanlarının iştirakı ilə təcili olaraq qəyyumlar müəyyənləşdirilməli. Bununla bağlı dövlət adından rəsmi zəmanət sənədi hazırlanmalı və Alman məhkəmələrinə təqdim edilməlidir. Xatırladaq ki, həmin 3 azyaşlı 4 il əvvəl Almaniya məhkəməsinin qərarı ilə anası Ruhəngiz Cəfərovadan alınıb və Alman ailələrinin qəyyumluğuna verilib. Qeyd edək ki, uşaqların geri alınması ilə bağlı məhkəmə iclası 30 aprel tarixində baş tutacaq. Uşaqların yeganə deməli yolu Azərbaycana qaytarılmaqdır. Ona görə də biz Milli Qeyri-Hökumət Təşkilatları Forumu və digər koalisiyaların nümayəndələri də xahiş edirik ki, o uşaqların Almaniyadan alınıb Azərbaycana gətirilməsinə dövlət öz dəstəyini versin. İndi isə saat 21-də həmkarım Ceyhun Səfərovun təqdimatında efirə gedəcəyi ATV xəbərin əsas buraxılışından qısa başlıqlara nəzər salacağıq. Böyük Vətən müharibəsi iştirakçıları onlar üçün nəzərdə tutulan maddi yardımı may ayının əvvəlindən etibarən ala biləcəklər. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov. Cənub bölgəsinə qar yağdı. Leysan yağışlarının intensivləşməsi isə paytaxtda bir sıra fəsadlarla yanaşı sürüşmə təhlükəsini də artırdı. Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək. İndi də saat 20:20-də Mətanət Əlverdiyevanın təqdimatında efirə gedəcək ATV olay verilişinin bəzi anonsları ilə tanış olacağıq. Sıçanlarla mübarizədə axıra kimi tab gətirə bilmədi və elə sıçan zəhərindən də zəhərlənərək öldü. Uçan velosiped ixtira olunub. Qəribə də olsa bu olayın reallıqlarını izləməyə dəyər. Və polisin avtoxuliqanla şəhərdə keçirdiyi maraqlı anları da məhz ATV olayda görəcəksiniz. ATV xəbərin 21 buraxılışından dərhal sonra isə Aytən Əhmədovanın təqdimatında ATV aktual verilişi efirdə olacaq və ATV Aktualın bugünkü buraxılışında bank faizlərinin yüksək olmasının səbəbləri və müştərilərin effektiv faiz adı altında aldadılmasından söz açacağıq. ATV xəbərdən isə bu saata bu qədər. Azad Azərbaycan telekanalının efirini Zaur Baxşaliyevin təqdimatında Ümid Var davam etdirir. Sağ olun, salamat qalın. Baksel'den daha bir faydalı teklif. Saniyede 21 megabit'e kadar sürati olan yeni nesil limitsiz internet. Ayda cəmi 9 manata. Sürət, hədləri aşan internet.
Doğru seçim etmək üçün sənə yaxın olan Aksa Embask sığorta agentliyinə müraciət et. Hər bir müştəriyə fərdi yanaşma və hadisə zamanı daim yanında olan Aksa Embask'ın fərqliliyini gör. Azərbaycanda ən geniş sığorta agentliyi şəbəkəsi. Aksa Embask, sığortaçılığa yeni baxış. Nescafe. Artıq 75 ildir ki, hər səhəri xeyirli edirik. Bilirsiniz ki, həzm prosesi üçün mədə-altı vəz fermentləri olduqca vacibdir. Yeməkdən sonra köp, qarnınızda ağrı hiss edirsinizsə, buna səbəb ferment çatışmazlığı ola bilər. Bu isə öz növbəsində həzmin pozulmasına aparır. Krion 10.000 xüsusi olaraq mədə-altı vəz fermentlərinin çatışmazlığını kompensasiya etmək üçün hazırlanıb. Həzm fermentlərinin çatışmazlığı Krion 10.000. Həzm problemlərinin ekspert həlli. Mühüm məqamları sadə yolla çatdırıram. Ən yaxşısını seçə bilirəm. Hər zaman ən uyğun olanı tapıram. Gözümdən heç nə qaçmaz. Yeni Klas. İndi XL paketində sadəcə 10 manata. Ölkə daxili 250 dəqiqə, 250 SMS, 250 megabayt internet. Özünüzə uyğun Klas paketini seçin. Onlar kimi. Baksel, Ulduzlar Liqasına qoşulun. Azərbaycanın mərc sevərləri rahatdılar. Topaz olduğu üçün rahatdılar. Çünki Topazda bütün qazanılan uğuşlara 100% dövlət təminatı verilir. İndi top səndə. Deməli bu südlü şokoladlıdır, o biri isə yer fındıqlıdır. Görəsən əl ayaqları da şokoladdandır. Yəqin şokoladdandır. Ayaqqabıları da. Hey, bura bax. Elə bilməyin ki, qulağımız yoxdur deyə heç nə eşitmirik. Məndən olsa ayaqqabılarını yeməzdim. M&M's. Onları hər yerdə yemək istəyirsən. Mən bilən şokoladdan deyil. Günün olaylarını xəbərə çevirəcəm. 2-3 dəqiqə vaxtınızı alıb, günün baş xəbərini özümə uyğun tərzdə çözəcəm. Kanalı dəyişməyin. Kanal sizi dəyişib, xəbərimiz yoxdur. Günün aktual problemi ATV Aktual'da. Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Effektiv olmayan faizlər, banklar müştəriləri necə aldadır? Bəs kredit faizi əslində necə hesablanmalıdır? Mübahisəli məqamlar mən Aytən Əhmədovanın təqdimatında saat 21:40-da aktuallaşacaq. Nə baş verir? Gündəmdə nələr var? Hadisələr necə cəryan edir? Bütün bunları danışaraq çözəcəyik. Söhbətimiz çətin olsa da düşünürəm ki, alınacaq. Gündəmin çətin söhbəti burada olacaq. ATV gündəmdə. Mən Xoşgədəm Hidayət qızının təqdimatında. Hər şənbə 21:00-da məni burada gözləyin. Dünən Ümidvara gələn Məhəbbət Kazımov verilişdən sonra nələr yaşadı? Ümidvar Ağdaş və Tərtərdə. Pərviz onu oğul kimi böyüdən Həmayə Yusifova ilə barışacaqmı? Aysel Məmmədovanın övlad həsrətinə son qoyulacaqmı? Oğlunu görə bilməyən Maral Şükürovanın aqibəti necə olacaq? Dilarə Novruzovadan ərinin ünvanına inanılmaz ittiham. O uşağımı diləndirib deyən Dilarənin etirafları. Ümidvarda. Ümidvara üz tutub da bax bu 2 saat ərzində bizdə uğur qazanan insanlara da uğurlar arzuluyoruz hər halda və təbii ki davam eləyirik. Davam eləyirik və mən də sizə Feminadan danışmaq istəyirəm. Feminadan geyinənlər daim diqqət mərkəzindədirlər. Feminada Amerika, Kanada, Yunanistan və digər ölkələrin önündə gedən brendlərinin Black Lama, Black Nafa, Norcaso, Bolşunşila kimi markalarının geniş çeşidlərini tapa bilərsiniz. Femina xəzlər mağazasını seçənlər elegant, şux və şarmlı görünürlər. Feminadan İtaliya və Türkiyə
Türkiyənin brend firmalarının istehsal etdiyi zamuş, muton kimi xammaldan hazırlanan bütün növ dəri geyimlərinin rəngarəng çeşidlərini də əldə etmək mümkündür. Və dəbi izləyənlər mütləq Femina üz tutun, həm də dəblə geyinin. Kiçik yaşlı xanımları isə Femina unutmayıb və onu söyləyim ki, Femina səhər saat 8-dən axşam saat 6-ya qədər çalışır. İlin bütün fəsillərində hər gün işləyən Femina'ya mütləq gedin Sədərəyli Ticarət Mərkəzinə. Orada ən böyük endirimlərdən yararlanın. 35%-dən 55%-ə qədər çox dəyərli şubalara, kürklərə endirimlər var. Telefon nömrələri 012 511 69 57 və 050 338 38. Nərgiz Klinikasına dərin təşəkkürümü bildirən, Nərgiz Klinikasında bu həftə ərzində İrandan dəvət olunan, Amerikada təhsil alan Professor Aqdasi ürək-damar xəstəliklərindən, xüsusilə ayaqda olan damar genişlənməsindən əziyyət çəkən xəstələrə xidmət göstərəcək. Eyni zamanda bu həftə klinikada Amerikada təhsil almış yüksək ixtisaslı uşaq nevropatoloqu Məhəmməd Pur xəstələrini qəbul edəcək. Burada Amerikanın Candela firmasının ən son modeli Candelası Pro Aleksandrit lazer epilyasiyası ilə arzu olunmaz tüklərdən bir dəfəlik xilas olmaq mümkündür. Nərgiz Klinikasında lazer epilyasiyasına 80% endirim var. Nərgiz Klinikasında ödün yuyulması zonsuz üsulla aparılır. Klinikada İtalyan istehsalı olan qiyma aparatı ilə dərdi olan xallar, papilomalar və zili tam ağırsız şəraitdə götürülür. Plazma lifting vasitəsilə 5 yaş cavanlaşmaq mümkündür. Burada səpkilərin və ləkələrin müalicəsi yüksək səviyyədə aparılır. Telefonlar 012 541 70 70, 012 541 72 72 və 050 055 mobil operatoru ilə 319 81 22. Bioxen, qoy saçlarınız heç bir zaman tökülməsin. Necə ki, mən bunu eləyirəm, sizə də məsləhət görəm. İnanın, bax, saçlarıma hal-hazırda sadəcə olaraq fenlə ütülüyüblər, deyək ki, və inanın saçımda hal-hazırda heç bir tökülmə, heç bir deyək ki, seyrəlmə belə müşahidə eləmirəm. Əksinə getdikcə hələ mən saç ustam Yalçına deyirəm, içindən çıxart, o kəs filirovka deyilər, filiravasiya ilə deyirəm, içərisindən çıxart, saçlarım çox həcmli olur və bu Femina'nın köməyidir, Femina'nın dəstəyidir. Hələ xanımlar üçünsə özəl olaraq, daha doğrusu Bioxen Femina, yəni Bioxen Femina'nın köməyidir. Xanımlar üçün özəl olaraq Bioxen Femina hazırlanıb. Bioxen Femina məhz o xanımlar üçün nəzərdə tutulub ki, onların stressdən, hormonal problemlərdən, saça düzgün qulluq edilməməsindən və ekoloji amillərdən saçları tökülür. Bax, siz bundan mütləq istifadə edin. Bioxen şampuları haqqında istədiyiniz məlumatı 3w.bioxen.a saytından və Facebook sosial şəbəkəsindəki Bioxen səhifəsindən əldə etmək mümkündür. Telefon nömrələri 012 408 85 10 və 055 218 73 23. Hal-hazırda isə geyimə görə təşəkkürümü bildirəm. Elatusa dərin təşəkkürümü bildirəm. Çox sağ olsunlar. 012 436 20 51 və 054 91 66 66 bu mənim geyindiyim gözəl məkan olan Elatusun nömrələridir və saç ustam Yalçına dərin təşəkkürümü bildirəm. Telefon nömrəsi 055 493 99 99. Saçınıza görə zəhmət xahiş edirəm. Qısa bir aradan sonra biz davam eləyəcəyik. Düzdür, Sovetskidə gəlin olmuşam. 5 ildir də anam atam baxır da mənə. Uşaq bir oğlumu əlindən alıblar, vermirlər, özümü döyürlər, söyürlər, atırlar. Deyir, sənin uşağın yadın yoxdur da. Cihazlərim də oradadır. Qaynayım dedi ki, mən istəmirəm səni. Uşağı istəyirəm mən. Yoldaşım dedi ki, anamın sözü ilə getkinə abort elətdir. Evə gətirəndən sonra dedi, çıx cəhənnəm ol, git hara gedirsən. Və hal-hazırda istəyərdim ki, bu sənətlə bağlı söhbət eləyək. Hal-hazırda studiyamızda Habil bəy əyləşib. Qımışırsınız, belə biz tərəfdə bir söz var, qımışmaq demək deyilən bir söz var. Bilmirəm, bu sözü bilirsiniz. Belə hər yerdə qımışırlar. Onların gülməyə də ixtiyarı var, qımışmağa da. Habilin də özü gülür, yoldaşının da özü gülür və Hafizin də, Hafiz idi də adında, Hafizin də özü gülür. Hafiz qırmızı giyinib bugün. Hafiz də qırmızı giyinib. Ana daha çox şad, xürrəmdir. Xanım, görürsünüz, deyirdiniz ki, ay oğlumu kəsərlər, asarlar, öldürərlər. Sağ-sağlam yanınızdadır. Nə baş verdi ki artıq? Bax! Nə olar, bura birə, ya gələndə qənd qoy, gəlin. Habili almış ya. Allah ondan razı olsun. Ana, xahiş edən qoy səni görsünlər, qardaş. Şəfqə xanım, belə deyək də, fərəhli girdiniz içəri. İçəri girəndə girişinizi kəşkə çəkərdik, onu göstərərdik. Belə gəldiniz, bax, belə. Mən həmişə çox vaxt elə gəlirəm. Yəni, bu dəfə daha belə rəkli gördük sizi. Bilirsiniz, insan ki, o üzərinə düşən o vəzifəni yerinə yetirir. Bəli.
yalandan söz vermək lazım deyil, pafçı çıxışlar lazım deyil. Əgər onu üzərvə götürürsən ki, kiməsə kömək eləməyi istəyirsənsə, onu bacarırsansa, onda deməli insanın ürəyi dağa Bəli. dönür. Məhz bu kağız qeyd olunur ki, Azərbaycan Respublikası atalığın müəyyən edilməsi haqqında şəhadətnamə. Mən Habili alqışlayıram. Habili alqışlayıram. Özdə mən deyərdim, gürültülü alqışlar. Bəli. Abi bəy, bax, Şamil bəy deyir ki, gəlsin mənim yanımda otursun. Xahiş edirəm səndən. Gəlin. Adam hacını Gəlin cəmaat sırrı. Gəlin, əyləşin, gəlin. Abi bəy. Hafiz də gəlsin. Hafizdən də gəl. Gəl, birimiz də gəl. Hafiz, gəl burada otursun. Eşq olsun sizə, eşq olsun. Niyə böyle atasının yanında otursun? Niyə burada otursun? Orada sığışmaz. Gəl burada əminin yanında otur. Gəlin divanın başında otur. Heç nə olmaz. Olar mən bir kəlmə deyim. Mən fikrimi sona yetirim sonra. Mən bunu oxuyum sonra da, nə olar? Olsun. Deməli, vətəndaş Həmzəyev Habil Misiroğlu 16 oktyabr 1991-ci ildə vətəndaş Həmzəyeva Şəlalə Əlifağa qızından doğulmuş. Hənfəyev Hafiz Habiloğlu atası hesab edilmişdir. Bəli. Alqışlayaq. Çox gözəl. Bu ümidvarın daha bir uğurudur. Bu Hafizin daha doğrusu uğurudur. Böyle Habil bəyin də uğurudur. Bu Həm də ümidvarın uğurudur. Bu ümumilikdə ATV kanalının uğurudur. Eşq olsun. Yəni demək istəyirəm ki, Sənət üçün çox əziyyət çəkmişdim. hər şeydən əvvəl mən Şamaxı rayon, bugün Şamaxıdaydıq biz. Şamaxı rayon qeydiyyat şöbəsinin müdürü Novruzova Səidə xanıma belə operativ iş gördüyü üçün alqışlayırıq buradan. köməklik etdiyi üçün təşəkkür edirəm. Və demək istəyirəm ki, biz gedəndə ayrı-ayrı getmişdik, amma qaydanda mən dedim ki, biz gedəcəyik ora ümidvar verilişinə və orada deməli mən istəyirəm ki, Habilin bu hərəkəti, yəni getməli idi o, getmədi. O gözlədi ki, bu məsələni həll eləsin, sonra getsin. İşi var orada. Və mən onu demək istəyirəm ki, Habil oğluna qarşı münasibəti pis deyil. Və eyni zamanda ananın da Habilə qarşı münasibəti pis deyil. Biz gələndə, yox gözünü sızdırmıyorum bizə. Biz gələndə, biz oturub söhbət... Bunu deməmişdən də mən bilirdim ki, ananın Habilə qarşı münasibəti yəni ki, başa düşür ana da, qiymət də verir. Biz gələndə maşında belə bir söhbət oldu ki, Habil oğlunu aparıb yanına, istəyib orada işləsin, kömək eləmək istəyib, amma oğlu qayıdıb gəlib və ana onu danladı ki, atan sənə belə kömək eləyir, sən naxaq gəldin, belə elə. Mən gördüm ki, atanın deməli oğula qarşı biganə deyil. Eyni zamanda ana da oğlu, hər ikisi oğlu istəyirlər. Qoy elə hər ikisi oğula kömək eləsinlər və o oğlu bir yerə çıxarsınlar. Çünki o bizim elə Azərbaycanın vətəndaşıdır. Sabah o deməli bizim üçün, bizim xalqımız üçün dəyərli bir evlada çevrilsin. Hafiz, özün necə istəyirsən? Yaxşı, əla. İcazə verirsiniz, təşəkkür edirdim buradan. Bütün bu layihənin rəhbərinə, burada bütün əziyyət çəkənlərə, bu günlərdə Şəfqa xanımla burada oldu, Samir qardaşımıza çox əziyyət çəkirlər. Atıva, hər şeydən əvvəl Atıva. Bəli, atama da təşəkkür edirəm ki, hər şey normaldır. Biz səni atanla görüşdürə bilməmişdik milyonların qarşısında. Hafiz yaxşı oğlandır. O atası ilə elə görüşər. Nə də oğlandır şu an? Yenə də mi? Hafiz. Hafiz. Gör, Hafiz nə qədər bir söz danışır. Mənim yaxşı bir filmdə çəkildi, deyir ki, bir tupağı soyuq üçün qoymuyor. Şöyle bir dəfə deyil. Yenə görüşməyəcəksiniz. Niyə? Kimlə görüşməyəcəksiniz abi? Oğlunuzla? Niyə? Səbəbi nədir? Dedi, bütün millət xahiş edir. Mən də biganə qalmadım. O sizə oğul kimi şey deyil. Mikrofonu ver atana. Mən bir Şamil müəllimdən heç kim olmazsa Şamil müəllimi dərin minnətdarımı bildirirəm. Məni təşkil edinə görə. Bir Şamil müəllimin sözünə xatir. İkinci növbədə ha, birinci Allaha xatir. Bəli. Mən bu familiyanı verdim. Salam. Çox sağ ol. Başqa artıq heç nə. Belə oğlum, mən bir dənə söz demək istəyirəm burada. Sən ona həyata qaytarmısan oğlu, sən həyata qaytarmısan Hafizi. Sən ona ömür vermirsən, həyata ürək vermirsən ona. Mən də oradanam. Bəli. Mən də oradanam. Bəli.
Yadınızda qalsın ki, bütün dünya bəşər tarixində, hələ mən danışıram cəhaliyyət dövründən də lap qədimlərdə kişilər nə ilə fəxr edərdi? Oğullarının sayına görə. Düzdür, bizim Həzrət Peyğəmbərimiz deyir ki, ey bən Adəm, hər kəsin ki qızı yoxdur, ol kəs bilsin ki, ol kəsin evladı yoxdur. Amma qədimdə həmişə çalışır, hansı ailədə oğlanın sayı çox idisə, o ailə tayfanın başçısı seçilirdi. Siz Allah sizi nə qədər xoşbəxt yaradıb ki, sizə belə bir oğul bəxş edir. Siz buna görə bütün bu yer kürəsində ən varlı adamsınız, ən dövlətli adamsınız, ən xoşbəxt adamsınız. Yox, Əli müəllim, oğul da birdir, qız da birdir. Allah verən evlat hamısı birdir. Bəli. Siz onu oğulu ayırım ki, Allah oğul payı verib nə bilim nə, yox. Elə qızlar var, oğuldan da qeyrətlidir. Məsələ onda deyil. Sadəcə olaraq, Allah asın, o sizin qanınızdır, o sizin canınızdır. Biz çıxıb geçsək də yenə o sizin oğlumuzdur. Bugün mən onunla görüşməyəm. Amma mən bir şey deyim ki, yəni kiminsə, məsələ bizim bura dəvət elədiyimiz ekspertlərin gücü, qüvvəsini biz alqışlayırıq və bizim üçün uğurdur. Yəni, əslində lazım olsaydı elə mən tək çıxardım efirə, burada danışardım 2 saat, sonra çıxıb gedərdim öz evimizə. Məhz bu insanların, məhz Şəfiqə xanımın dəstəyi, digər xanımlarımızın dəstəyi, elə Şamil bəyin və digər Əli müəllimin, digər hər birinizin burada bir fikrinə görə kimlərsə simpatiya bəsləyir və hansınınsa fikrinə görə hansısa addım atılır. Mən bir şey demək istəyirəm. Və mən sadəcə olaraq onu demək istəyirəm ki, mənim üçün o kağız önəmli deyildir. Mənim üçün səni onun bağrına oğul kimi basmağım önəmli. Həqiqətən. Nəysə, bunu da eləmirsənsə, bu yerə də öz işinizdir. Sən çox sağ ol. Qardaşım, sənə deyik cənnət qapısını açdın. Allahın hədiyyəsini nə cəsarətlə götürməzsən. Bundan Allah Taala hər kişiyə vermir, mənə vermir. Bir dəqiqə, sənə and verirəm Allaha. Allah'ın verirsiniz. Sən bizi əməl sahibi. Bu boyda şükürüm sənə. Verdikçe başka söhbət olmasın. Yoxdur, ayrı olmayacaq. Sən gəl. Prosto onun qəlbini sındırıblar, onun üçün eləmək. Əlbət ki. Amma mən sizə bir şey deyim, Şamil müəllim. Mən şəxsən burada ekspert olanda telefon bağlantısı olmuşdu, yadınıza gəlirsə. Mən Habil müəllimi dinləyəndə, mən onun səsində bir humanistlik hiss elədim. Əlbət. Mən inanırdım, hətta mən dedim ki, həmin gün biz səbr eləmişik, Hafiz də səbr edib, 2 gündə səbr eləmək olar. Ki, o adam demişdi ki, mən 2 günə kimi Azərbaycanda olacağım və gəldi də. Mən sizi doğrudan alqışlayıram bir ata kimi, bir Azərbaycan kişisi kimi, bir Azərbaycan vətəndaşı kimi. Siz çox gözəl bir addım atmışsınız. Amma evladını bağrına basmaq, mən elə gəlir atam borcudur. Mən sizdən bunu gözləyirəm. Çünki sizin səsinizdəki o humanistlik sizin qanınızdan gəlir. O da sizin qanınızdandır. Gördüyün o böyük işi yarımçıq qoyma. Ən çox ehtiyac onadır. Bəli, o böyük iş görmüsən, yarımçıq qoyma. Sən ki soyadını oğluna verdin, bu dağlara bənzərdir. Vaxt gələcəkdir. İndi Allah qoysa gələcəkdə bağrına basarsan. Elə bu lazımdır. Başka heç bir söhbət olmaz. Mən onlar Zahir bəy bir söz deyim. O kağızdan asılı deyil. O kağızı verməm. Bir dəqiqə qardaşım, qoy bir dəqiqə. O uşaq doğrudan da sizin qanınızdır. Oxşuyorsunuz da bir almadı yalnız. Oxşuyorsunuz da özünüzdə. Siz o sözü gözləri, burunları iş görə bilərsiniz ki, elə bu 9 milyon deməzdim. Deyək ki 1 milyon. Kim baxırsa? Hə, kim baxırsa. Bu insanların qarşısında o kağız o uşağa lazım deyil. Sizin isti nəfəsiniz ona lazımdır. O kağız da o uşağa lazımdır. Yox, mən deyim ki sizə. O uşaq utanır adamın içinə çıxmağa. Nəyə görə? Yox, kağızı da önəmlidir. Amma birinci dərəcədə. Şamil müəllim ha başını söküyor, ha qucaqlayır, ha sığallayır, ha tumarlayır, bir şey çıxmır orada. Mən deyim ki, biz müharibə gedən ölkədə yaşayırıq da, hal-hazırda münaqişələr olan ölkədə yaşayırıq. Bizim nə qədər şəhidlərimiz olubdur bugünə qədər. Və həmin şəhidlərimizin balaları olubdur. Biz olan hamısını öz balam şəxsən mən öz balam hesab edirəm. Hafisi də öz balam hesab edirəm. Allah canınızı dəyməsin, Allah canınızı sağ eləsin. Siz həyatdasınız. Əgər siz onu o qayğıdan məhrum eləsən, inanın ki, onda onu yox, sizi Allah bağışlamayacaqdır. Biraz sual verirsin. Peyğəmbərimiz bağışlayan olur. Mikrofona, Abi bəy mikrofona danışın. Mən nəkarəm ki, bağışlamayım kimisə. Başürsünüz, mənim qəlbimdə incik var. Yəni ki, bu söhbət burada həll olunmamalıydı. Efirdə həll olunmamalıydı. Doğru oldu da deyək. Yox, oldu da mən sizə asıl söz deyim. Efirdə olsun. Yəni ki, qəlbimə gəlir, mənim bu verilişə simpatiyam yoxdur. Aha, çox gözəl.
Mənim şəxsimi neyimdir? Ola bilər, Burada normal. çıxan o bəzi kişilər var, çıxıb, ay yoldaşım bunu dedi. Onu deyir ki, Azərbaycanlı yox, müsəlman o da. Gəlmirsən bura kişi içmək, gəlmə bura. Problemim var evində həll elə, sonra gəl bura. Aydındır, normaldır. Bax, görürsünüz, fikrinizi normal qarşılayın. Bu mənim şəxsi Siz deyirsiniz, fikrimdir. təbii ki, yəni biz qızıl onluq deyilik ki, hamı bizi bəyənsin, sevsin, belə verilişləri sevsin. Normaldır, sizin kimi insanlar da çoxdur bəlkə də bu həyatdakı, yəni bu belə tipli verilişləri sevmirlər. Bu verilişin bir xeyri oldu ki, yəni ki, söhbət ondan getmir, sevdiniz ya sevmədiniz. Ola bilsin ki, Habil bəy, sizmi? Ola bilsin ki, məsələn, verilişin aurası çox ağır gəlir sizə. Ola bilsin ki, müəyyən şeylər var ki, siz onu ailə çərçivəsində daha çox həll olunmasını istəyirsiniz, məhz belə ictimaiyyətə yayımlanmasını istəmirsiniz, ona görə bu tipli verilişləri sevmirsiniz. Bu normaldır, yəni bir tamaşaçı kimi, bir insan kimi sizin bu fikrinizi biz müsbət qarşılayırıq. Böyük hörmətlə qarşılayırıq. Yəni Habil kimi fikirləşənlər çox azdır. Yox, ola bilsin ki, çoxdur. Yəni söhbət ondan getmir. Normaldır, yəni var ki, sevmir, lap yaxşı. Allah Əslində maarifləndirici. Amma sevmədiyiniz bu veriliş ən azı bu günlərim Hafizin əlinə atalıq kağızını aldı verdi. Bir məsələ var ya. Və reklamlardan sonra davam eləyəcəyik tamaşaçılar. Verilişin baş sponsoru Rolton, evimizin doğmadadır. Sponsorlar Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti, Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi, Bioxen, saç tökülməsinin qarşısını alır. Femina keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sürə dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Yeni Lafarella, yeni reseptura ve yalnız sert buğda. Artık çeki ve kalori, düşünmeye değmez. Lafarella, zəriflik onunla. Salam əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşpazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşpazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə pişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qalyanaltı halal sosisləri. Qalyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicə və əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çörək evinə gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femina xəzləri salonunda. Femina, bu mənim seçimimdir. Sədərək Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Saç kökləri qıdalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ində saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Günün necə keçdiyindən və hansı qayğılarla üzləşməyinizdən asılı olmayaraq, Berqa çayı əhvalınızı yüksəldəcək, sizə rahatlıq hissi yaşadacaq. Bergamot ətirli çay, Berqa, əhvalınızı dəyişdirəcək. Burunda olan qüsurlar daha çox gözə çarpdığı üçün insanlarda ciddi komplekslər, özünə güvənsizlik hissi yaranır. Komplekslərinizdən yaxa qurtarmaq istəyirsinizsə, Xətai Estetik klinikasına müraciət edin. Qüsursuz xidməti əldə rəhbər tutan Xətai Estetik
klinikasında peşəkar həkimlər tərəfindən bütün növ burun estetik əməliyyatları həyata keçirilir. Siz də ən son tibbi metodlarla burnunuzda olan qüsurlara son demək istəyirsinizsə, Xətai Estetik Klinikasına yollanın. Simaya uyğun burun, Xətaiyə buyurun. Aclıq güc gələndə sən o sən deyilsən. Dayanma, Snickerslə. Səhər açılandan taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Və bugün axşam 21:40-da efirdə olacaq ATV Aktualın bugünkü buraxılışında bank faizlərinin yüksək olmasının səbəbləri və müştərilərin effektiv faiz adı altında aldadılmasından söz açılacaq və odur ki, diqqətli olun, kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Effektiv olmayan faizlər, banklar müştəriləri necə aldalırlar və kredit faizi əslində necə hesablanmalıdır? Bax, bütün bunların hamısına bugün çünki əksər insanlar faizlərlə, kreditlərlə maşınlar da alırlar, evlər də alırlar, müəyyən əşyalar da alırlar və bütün bu şeylərin hamısı məhz bankların əllə həyata keçirilir. Bunlarda sizi məhz aldatmasınlar deyə diqqətli olun. ATV Aktuala baxın 21:40-da Aytənin təqdimatında. Və hal-hazırda isə sponsorlarımızdan sizə danışmaq istəyirəm. Və sizə baş sponsorumuz olan Rolton şorbalarından danışmaq istəyirəm. Rolton şorbaları sizə o zaman dəstək olacaq, kömək olacaq ki, siz yemək bişirməyə vaxtınız yoxdur sizin. Və siz bu arada nə etməlisiniz? Fikirləşirsiniz ki, nə edim, necə edim, axı tez bazar nə hazırlayım? Qapımdan bu saat həyat yoldaşım içəri girəcək, balalarım gələcək, tez bazar nə eləyim ki, həm keyfiyyətli olsun, həm də tez hazırlansın. O zaman Rolton sizin köməyinizə çatacaq. Əvvəlcədən alıb yığırsınız evə, bir 10-15 dənəsini, qoyursunuz evə. Gündə bir 10 gün arda-arda. Bax, bu Rolton şorbalarından hazırlayırsınız, dadırsınız. Ev xörəyinin dadını verən, bax, bu gözəl. Özdəki ev xörəyi də demək olar ki, içində nədir? Makarondur, bir də ki, ədvalardır. Hazır şəkildə qoyublar ki, buyurun, bişirin, yeyin. Dadlı və ləzzətli Rolton şorbalarından siz də dadın. Brothaus çörəklərinə dərin təşəkkürümüzü bildiririk. Brothaus çörəkləri 500 ildən artıqdır ki, artıq istehsal olunur. Brothaus çörəklərinin dadına, ləzzətinə heç bir çörək çata bilməz. Brothaus çörəkləri digər çörəklərdən fərqli olaraq, baxın, bu ölçüdə olan bəzi çörəklər var ki, baxın, ağırlığını götürmək olmur. Bu ölçüdə olan bəzi çörəklər var ki, o çörəklərin çəkisi çox azdır. Çünki içərisi üfürülüb şişib. Və o da sizin mədənizdə gedib asanlıqla həzm olunmur. Şişir, mədədə diskomfort əmələ gətirir. Bu çörəklərin isə özəlliyi və gözəlliyi, əsas üstün cəhətlər ondan ibarətdir ki, bu çörəklər insanları kökəltmir. Telefon nömrəsi 012 498 59 59 və 012 498 61 67. Kral Ət və Ət məhsulları... Kral Ət məhsullarının hal-hazırda sizə Qəlyanaltı halal sasilərindən danışmaq istəyirəm. Qəlyanaltı halal sasiləri Azərbaycan bazarında ən çox satılan, alınan, tələb olunan bir ət məhsuludur. Çünki tərkibi 82%-lıq mal ətindən və bir də kərə yağından ibarətdir. Bu o deməkdir ki, bu Azərbaycanımızda istehsal olunur. Azərbaycanımızın heyvanlarının ətindən istehsal olunur. Bax, ona görə də heç yerdən, heç bir tərəfdən ət gətirilmir burada istehsalatda. Yalnız və yalnız öz yerli məhsullarımızdan istifadə olunub, xalqımıza təqdim olunur. Sırf xalqa xidmət edən dəyərli bir şirkətin məhsullarından dadmağı sizə məsləhət görürük. 012 498 92 82 və 052 122 85 12. Feminaya təşəkkürümü bildirirəm. Feminadan geyinənlər daim diqqət mərkəzindədirlər. Bunu hər biriniz bilirsiniz. Bugün iki gözəl, özəl, fərqli, belə deyək də, kürkü ilə sizin qarşınızdadır. Femina Sədərəkdə ilə ticarət mərkəzində yerləşir. Feminada brend mallar var. Femina adı altında gətirilən bütün malların keyfiyyət göstəricisi çox yüksəkdir. Hətta ötən ildə, bu ildə Femina şirkətlər içərisində liderliyi qazandı. First olaraq birinci oldu və buna görə mükafatlandırıldı da. Avropada belə mükafatlandırıldı. Dünyanın
dünyanın ən öndə gedən sərgilərində Femina'nın malları nümayiş olunur və brend olaraq artıq özünü Avropada da təsdiqləyib Femina. Odur ki, sizə məsləhət görürük ki, yalnız və yalnız Femina'dan geyinəsiniz. 35%-dən 55%-ə qədər də indirim məhz Femina'dadır. Səhər saat 8-dən axşam saat 6-ya qədər hər gün işləyir. 012 511 69 57 və 050 338 38. Habil getdi. Habil getdi. Niyə getdi? Hansı səbəbə getdi? Nə baş verdi? Getdi. Kimlə mübahisə elədi, getdi, birazdan biləcəksiniz. Dünən Ümidvara gələn Məhəbbət Kazımov verilişdən sonra nələr yaşadı? Ümidvar Ağdaş və Tərtərdə. Pərviz onu oğul kimi böyüdən Həmayə Yusifova ilə barışacaqmı? Aysel Məmmədovanın övlad həsrətinə son qoyulacaqmı? Oğlunu görə bilməyən Maral Şükürovanın aqibəti necə olacaq? Dilarə Novruzovadan ərinin ünvanına inanılmaz ittiham. O uşağımı diləndirib deyən Dilarənin etirafları Ümidvarda. Və ata niyə getdi studiyadan? Mən onda çöldəydim, yəni heç xəbərim olmadı oradan. Mikrofonu getir oradan, otur orada. Şamil bəy, məyussunuz deyəsən, bu dəfə sözünüzə baxmadı. Yox, söhbət ondan getmir, bilirsiniz necədir? Onun danışığında həqiqət var. Mən bir söz demirəm. Axırıncı sözü oldu ki, gərək bu verilişə çıxmayaydı. Yəni, mən demək istəyirəm ki, birincisi düşündüyünü de. Dediyini et, etdiyinə nəzarət elə. Amma çalış sözlərin səni əzməsin. Bu günləri deməli Habil Hafizi qaldırdı göyə. Ona atalıq verdi. Amma eyni zamanda onu göydən çıxdı yerə. Ona görə ki, onun ailəsi var. Onun uşaqları var. Ona birinci lazım idi ki, düzdür o, cəmiyyətdə hüquqi vəziyyətini bərpa elədi. Üzr istəyirəm. Mən sizə bir şey demək istəyirəm, əziz ekspertlərimiz, dəyərli ağsaqqalımız, ağsaqqallarımız, böyüklərimiz. Siz bayaqdan Habilin atdığı addımı elə qiymətləndirdiniz ki, sanki qeyri-adi bir hərəkət eləyibdir. Uşaq dünyaya gətirmirsən, adını verməlisən. Burada nə qeyri-adi şey var ki? Halal olsun sənə, alqışlayaq, gürültülü alqışlarla ardınca gedək. Abi, onsuz da biz alacaktıq ondan. Onsuz da alacaktıq. Əslində onu zamanında eləməliydi. İndi burada nə qədər təmtəraqlı bir şey var ki, o saat gəldi, məhkəməsi izahtsız verdi. Necəni məhkəmə vermədi? Məhkəmə olaydı. Necəni vermədi? Onu məhkəməyə verib, onu cinayətkar kimi onu həbs eləmək lazımdır. Bu cür oğul dünyaya gətirmişsən. Niyə vermirsin sən? Bayaqda niyə demirdiniz? Belə şey olar bayaqları. Mən keçən dəfə də demişəm, həmişə demişəm bunu. Yəni o necə atadı ki? Yəni sanki burada ekspertlərdə, mən çox üzr istəyirəm, sanki studiyada ekspertlərdə hamı, hər kəs yaxşı oldu, bir tək Zaur və onun apardığı veriliş pis oldu Habilə qarşı. Hamınıza hörmətim var, kim məni dəstəkləyibsə ona eşq olsun, kim məni dəstəkləmirsə, mən ümumiyyətlə çox istəmirəm o insanları. Əslində Habil getmək istəyirdi, çıxıb getmək istəyirdi. Gedərdi zaten, yəni bura gəlib belə eləməyə və qoymadım. Ona görə ki, Verdi xanım, ona görə ki, atalığın müəyyən olması ilə əlaqədar pul keçirtmək lazımdır. Siz keçən dəfə gördünüz ki, qızın vəziyyəti oraya götürdü, sonra nə oldu, o məsələ var idi. Onda deməli, həmin ekspertizanın aparması üçün pul lazımdır keçirtməyə dövlətə. Ona da ki, onun anasının maddi imkanı yox idi və ona görə də mən onu saxladım, qoymadım getməyə ki, bu Habil üçün asan yol olsun. Ən azı. Mən bir şey demək istəyirəm, biraz xaşədən kənara çıxıram. Xanım ana ilə əlaqədar bir şey demək istəyirəm ki, yəni xanım ananın vəziyyəti Azərbaycan ictimaiyyətinin hamısını narahat eləyir. Mən iddia əzəsi hazırlayıram. Xanım ananın oğlanlarını belə bir evdə birgə yaşayış qaydalarını pozduqlarına görə həmin evdən çıxarılması barədə. Bu deməli həftə 5-ci gün, həftənin cümə günü mən məhkəməyə müraciət eləyəcəm. Gəncə rayon şəhər məhkəməsi. Şəfiqə xanım, sənin adından iddia ərizəsi yazacaq, həmin ailədə sosial birgə yaşayış qaydaları pozulduğuna görə sənə qarşı olan burnun üstünə nə oldu? Harada yıxıldın? Uşaqlar. Ərizə yazacaq və onlar birgə yaşayış qaydalarını pozduqlarına görə evdən çıxarılması tələbi qoyulacaqdır. Narahat olma, bu məsələ ilə bağlı biz məsələni qaldıracağıq. Yəni kim ki öz xoşuna mənəvi duyğular əsasında insanlıq baxımından addım atmağı sevmirsə,
Hafizin atası kimi qanunların qarşısında cavab verəcək. Zar, mən bir şey demək istəyirəm. Bayaq bizim Habil qardaşımız ümumiyyətlə verilişlə bağlı, verilişə simpatiyası varmı, yoxmu? Hər halda mənə belə gəlir ki, bizim xalqımızı onun fikirləri düşündürmür. Yəni, onun fikirləri xalq üçün önəmli deyil. Hər kəsin özünün subyektiv fikridir. Amma ümumiyyətlə bu məsələdə yəni ki, onun gəlib burada belə hərəkət eləməyi, yəni biz ekspertlər tərəfindən yaxşı qiymətləndirilmir. Çünki o nədir ki, sən xoşuma gəlməz? Yox, gəlməyən odur ki... Çıxmağına görə verilişdən heç nə demədi. Yox, Şamil mən bilirsiniz mi necədir? Bu evladdır, evladın valideyinə qarşı münasibəti var, Şamil müəllim. Necə ki, onun evladından qırğınlığı varsa, ola bilsin ki, evladın da ondan qırğınlığı var. Bu səbəbləri o deməli. Bilmədiyimiz şeylər var. Hafız sildə açıqlama versə... Qaldı ki, bu verilişin əsas mənasını mən deməsin, maarifləndirici verilişdir. Buradan insanlar çox şey götürürlər. Bir söz deyim sizə, çox üzr istəyirəm. Yəni ki, bizim əsas məqsədimiz oydu ki, Hafizə məhz bu atalıq hüquq adının verilməsinin əsas məqsədimiz oydu ki, qarşıda olan və bugün, bax, belə bir problemin astanasında olan hər hansı bir ailə varsa, ayıq olsun. Hüquqlarını bilsin, vəzifələrini bilsin, qanunları bilsin. Biz onları insanların gözünün qarşısında addım-addım, hansı addımı, hansı mərhələ-mərhələmə təqdim eləyirik ki, baxın, birincisində hamı gəlib bura çıxmaq imkanı yoxdur. Ona görə də biz insanlara marifləndiririk ki, baxın, bax, belə etmək lazımdır. Birincisi, erkən nigaha girmək lazım deyil. İkincisi, nigaha girdiyiniz zaman rəsmi kəbininiz nigah qeydiyyatına düşməlisiniz. Bu vacibdir. İkincisi, nigah müqaviləsi deyilən bir nigah müqaviləsi var. Bu müqaviləni mütləq imzalamaq lazımdır. Yəni, bütün bu yolların hamısını göstərir. Övladınız oldusa, həmən ona doğum haqqında şəhadətnaməsini alın, atalığı müəyyən olunsun. Yəni, bax, bu xanımın simasında, Hafizin anasının simasında təqdim eləyirik ki, 22 ildən sonra bu məsələni qaldırıb, belə əziyyət çəkməyin sonra. İndidən, bəri başdan, yəni bu bir sosial mesajdır, ismarıcdır xalqımıza, tamaşaçılarımıza. Yox, Zaur deyir ki, bığına görə mən əsəbləşmişəm. Yaxşı, 22 ildə veriydi də oğluna soyadını. Niyə vermirdi? Bura çıxmasaydım, vermirdin aslında xalq. Hafiz qoy açıqlasın, belə şeylər var ki... Mən bilirəm onu nə qıcıqlandırıb, yəni onu mən bilirəm, bir də bir-iki nəvər, o deyim hamı bilsin ki, o ikinci səfər ailə qurduğuna görə qohumların çoxsu, yəni yoldaş tərəfdən, qohumların çoxsu bilmirdi mən həyatda varam. Mən də gəldim, çıxdım bura, onlar da gördü ki, mən həyatda belə bir şey. Yəni onu qıcıqlandırdı ki, sən... Bəs yaxşı, sən deyirsən ki, onun anası gəlmişdi, yoldaşı gəlmişdi, səni aparmışdı. Əgər yoldaşı bilirdisə, yəni qohumları bilmirdi? Yox, yoldaşı bilirdi, Rusiyada bilirdi, mən də orada. Prosta elə yerlər var ki, orada mənki bir dənə yoldaşı bilirdi. Bir dəfə də bir məclisdə oturanda o yoldaşının atası indi rəhmətə gedib, mənə qayıdıb sual verir ki, sən Habili tanıyırsan, mənə də tapşırmışlar ki, deməsən Habilin oğlusan. Mən də dedim ki, tanıyıram, qayıb deyir ki, o mənim yeznəmdir və mən də heç nə demədim ki, sənin yezin ondan qabaq mənim də atamdır. Mən onu demədim, dedilər, deyirsin, öləcək o ki. Yəni indi biz bunu burada, yəni belə sən bunu burada elan eləməklə, efirə çıxmaqla Habilin deyək ki, həyatına hansısa bir təhlükə mi yarana bilər Rusiyada, bilmirəm. Heç nə təhlükə yox. Ondan sonra nə təhlükəsi var? Nəzə yanı var şimdi? Onun həyat yoldaşları bir də bütün qohumlardır. Yox, bir kimsəsiz deyil, artıq 22 yaşı var, evlidir, uşağı var. Yəni oğluna görə, insanlar görmüşük ki, övladına görə özünü oda atır, ölümün qabağına verir. Amma övladından utanıb da övladını gizlədib o şəxsi həyatını... Nə lazım idi? Məhkəməsiz, zatsız gəldi adını verdi. Təriflədik, öpdük, qucaqladıq. İndi bu da insandır. Bir dəqiqə bir ürək qəlbi sınıb da bunun da. Bunu saxlayıb nəsə demək lazım. Bəlkə o da düzələcək. Üzr istəmək istəyir. Şamil müəllim, ola bilsin ki, onun Hafizdən deyil, Hafizin anasından qəlbi qırılıbdır. Ona görə bu hərəkət edir. Amma biz yenə də deyirik ki, bizim nə qədər Azərbaycanda nə qədər valideyni olmayan uşaqlarımız var. Uşaq evlərində yaşayan uşaqlarımız, xüsusi internatlarda yaşayan uşaqlarımız. Yox, axı, bəs bunu dünyaya gətirən insanlar var axı. Necə verməsinlər? Məsuliyyət daşımalıdır. Məsuliyyət daşımalıdır. Əgər sən evladı dünyaya gətirirsənsə, ona baxmayacaqsansa, ona soyad verməyəcəksənsə, çox üzr istəyirəm bütün millətimdən də, xalqımdan da ki, hansısa müəyyən zaman üçün sən nə isə qazanırsansa, səndən sonra 22 yaşına gələn bir
oğlan, bir kişi əziyyət çəkməlidir həyatda. Cəmiyyət içərisində əziyyət çəkməlidir. Kitabda oxumuşuq, şeirlərini də bilirik. Həyat başqa şeydir, qadın hanım sana. Bu həyatı biz də yaşayırıq da. Nəyə həyat yaşamısan sən maşallah. Allah sənə hər şey verir. Yox, söhbət ondan gedir ki, Şamil bəy, axı ortada böyük bir problem də yoxdur. Yəni, mən yenə deyirəm, mənə onun əlində, özü burada oturanda da dedim, indi də deyirəm, həmişə demişəm, həmişə də deyəcəm. Mənə onun ona verdiyi kağız maraqlı deyil. Mənə ona ata qayğısı maraqlı deyil. Biz necə bu yaşı şəfir hamile? Onu istəyirdi. Onu Hafiz istəyirdi. Rəsmi olmalıdır da Şamil bəy, rəsmi olmalıdır. Atasının adı olmalıdır da. Atası olmayan da ola bilirsiniz, atasız uşağı nə deyirlər? Üzr istəyirəm sizdən. Axı olmaz axı, sən uşaq dünyaya gətirmirsənsə, sən onun familiyasında və atalığını da ona verməlisən rəsmi qaydada. Özü neçə illər gizlətməli. Biz deyirik ki, kişilər familiya vermir. Bu valideynlər niyə qızların verirlər nigahsız ki, onlar familiya verir? Verməsin. Məsələn, elə Allah verənin qızına gəlsək, Allah verənin qızının 15 yaşı var, 16 yaşına keçib. 16 yaşında onun heç bir nigaha rəsmi imza atmağı mümkün deyil. Mümkün deyil. Zahir, mən indi hal-hazırda ailə tanıyıram ki, 16 yaşında qız, çox üzr istəyirəm, 17 yaşda yoxdur, hamilədir. Amma onun zaksı yoxdur, biz zaks deyirik də. Onun qeydiyyat şöbəsində qeydiyyatı yoxdur. Bu uşaq necə dünyaya gələcək? Bax, mən cavab verin. Necə dünyaya gələcək? Aydındır. Və hal-hazırda bir anonsumuz olacaq, əziz tamaşaçılar. Bu Ləkə serialıdır. Bilirsiniz ki, ATV kanalında çox önəmli, çox maraqlı, çox dəyərli seriallar sizə təqdim olunur. Məsələn, bax, bu seriallarda baş verən hadisələr də insan talelərindən həyatdan götürülmüş, deyək ki, faktlardır. Onların əsasında hazırlanan materiallardır. Gözəl, dəyərli seriallardır. Məsələn, bax, bir neçə dəqiqədən sonra, yəni bizim verilişimiz bitəndən sonra dərhal efirə gedəcək Ləkə serialında elə Şamil müəllim də çəkilib. Kənanın da quruluşçu rejissorluğu vasitəsilə çəkilən bir serialdır. Çox dəyərli, çox dramatik, çox maraqlı və çox, belə deyək də, gərginliklərlə dolu olan bir serialdır. Qısa bir anonsuna baxıb dərhal sonra davam eləyəcək. Artıq içdim son zəhəri, tərk edirəm bu şəhəri. Mən qəlbimdən qırılmışam, məhv olmaqdan yorulmuşam, bir şeytana vurulmuşam, bir şeytana vurulmuşam. Bu dərdlərin ən betəri, artıq içdim son zəhəri. Və davam edirik biz və məhz belə bir hadisə indi Allah verən ailəsində baş verir. Qızını 16 yaşında nigah yaşı çatmamış ana ərə verir və deyir ki, səhhətimdə problemlər var və səhhətimdə problem olduğuna görə atanın da, yəni baxa bilərikmi? Gəlin, həmin evə getmək, yoxsa vaxtımız azdır. Təqdim eləyə bilirikmi həmin sujeti? Düz 12 saatdan çoxdur ki, çənə döyürük burada. Amma yenə də bir barış olacaqsa, bir mehribançılıq olacaqsa bir ailədə buna dəyər. Bəli, gördüyünüz kimi görüşmədi qız atası ilə. Əlini buraxdı və aralaşdı, çıxdı, getdi və çox gərgin bir an yaşandı orada. Nələr baş verdi? O qədər danışıb mən atanı danıyacağım ki, ata yazığı cin şeytan eləyiblər. Aydın, amma nə baş verib görəcəyik. Sadəcə olaraq hal-hazırda isə dünən verilişimizdən dərhal sonra bura gələn Məhəbbət bəyin nələr yaşandı burada, onu sizə təqdim edəcəyik. Haqqı aşıqı yaradıbdı qəm çəkə, saldı ürəyimə qara xal ləkə, ant verirəm saf vicdana məsləkə, ağarmayla ay saçlarım amandır, axaycan, Sənətinizin qarşısında, şəxsiyyətinizin qarşısında baş əyirəm. Görüşünə gəlmişəm, səni gözümdən öpşəm, gözünərli dayanmam, qəmli dayanmam. Hansı təəssüratdan maraqsınız verilişimizdə? Verilişi mən birincisi, mən gərək göz gördüyünü qulaq eşitdiyini də.
Mən birincisi Zaura böyük təşəkkürümü bildirirəm. Böyük ürəklə Zaura deyirəm, Zaur, var ol, sağ ol, Allah canını sağ eləsin. Allah ATV kanalına, rəhbərçiliyinə can sağlığı versin, daimi yaşasın. Sənət insanları sizi sevənlər. Telefon zənginə qoşulurlar və ürək sözlərini dedilər. Bəs Məhəbbət Kazımovun ürəyindən hansı sənətkar istəyirdi ki, bax o da kaş o da zəng edərdi. Məhəbbət Kazımov heç bir vaxtı arası eşkilik qoymayıb. Adicə bir uşaq, balaca uşaq. Heç sözünün dalın qabağını bilməyən zəng eləsə ona da deyərəm, təşəkkürüm bildirirəm. Mən arası eşkilik heç vaxt qoymamışım, qoymaram da. Kim zəng eləyib, Allah canını sağ eləsin hamısının. Kim zəng eləməyib, onların da Allah canını sağ eləsin. Arzum tamaşaçılara odur ki, daimi musiqi dinləsinlər. Əlbəttə ki, yaxşı musiqi, daimi muğam dinləsinlər, əlbəttə yaxşı muğam. Allah köməyiniz olsun, Allah canı sağlıq versin. Allah sizə də can sağlığı versin Məhəbbət bəy və biz davam eləyəcəyik. Əli bəy, davam eləyəcəyik. Və sabah Ümidvarda görəcəksiniz ki, qız atayla nəyə görə görüşmədi və bu səhnə o qədər dəhşətli, təsirli və ürək ağrıdan idi ki, onu orada canlı izləmək belə mənə çox pis təsir eləmişdi. Sabah görüşərik.